Azərbaycan tarixinin, müasir tarixinin ən əsas vacib günlərinin birinin növbəti il dönümünü yaşayırıq. Azərbaycanda təkcə Milli Qurtuluş günü özünün tarixi əhəmiyyəti ilə yox, həm də bu günümüzün reallığı ilə yaşayır. Bu, həm də elə bir günlərdən biridir ki, biz hər gün bu günün əhəmiyyətini, hər il bu günün əhəmiyyətini, hər qələbəmizdə, hər zəfərimizdə, hər uğurumuzda mahiyyətini hiss edirik. Əslində, Azərbaycan dövlətçiliyi, dövlət ideologiyası Azərbaycancılıq üçün mühüm bir keçid mərhələsi, başlanğıc mərhələsi. Eyni zamanda dövlətçilik ənənəsinin formalaşmasının yeni parametrlərin dəqiq müəyyənləşməsi baxımından olduqca əhəmiyyətli bir gün idi. Bütün buna qədər olanlar Azərbaycan tarixinin bir səhifədən digər səhifəyə keçid dövrü idi. Bu səhifənin ən başlıca sətri məhz 15 iyundan başladı. 15 iyun 1993-cü il yeni səhifənin birinci sətri oldu və bütün bundan sonra yazılanlar yalnız qələbə, zəfər, yeni uğurlar, əlbəttə ki, böyük layihələr, burada həm iqtisadi, sosial, siyasi layihələr də öz əksini tapıb, bütövlükdə Azərbaycan dövlətinin ayaqüstə durması, özünün yeni parametrlərinin, sərhədlərinin, həm iqtisadi sərhədlərinin, həm xarici əlaqələr müstəvisində olan mövcud sərhədlərinin genişləndirilməsi və əlbəttə ki, beynəlxalq aləmdə Azərbaycan imzasının imzalar içində tanınması günü oldu. Bax, elə biz bütün bu keçdiyimiz yolu, yəni səhifələyərkən başa da qayıdacağıq, birinci sətirdən də başlayacağıq, amma həm də bugünkü günümüzün reallığını əks elətdirən və hər birimizi Azərbaycanlı kimi formalaşdıran bu günün əhəmiyyətinin hər birimizin içində ideoloji bir müəyyənlik, səbatlıq varsa, demək bu günün mahiyyətini düzgün anlamışıq və bu ölkəmizin vətəndaşı ola bilmişik. Studiyamızda qonaqlar var və mən istəyirəm qonaqları təqdim edeyim, biz müzakirəyə başlayaq. Əlbəttə ki, bugünkü günlə bağlı hər kəsin öz ürəyində, öz aləmində bir fikri var, amma bura biz məhz həm o günlərin şahidi və onları təhlil edə bilən insanları dəvət etdik. Musa Qasımlı, Milli Məclis sədrinin müavini, Nəsib Məhəmməliyev, Milli Məclisin deputatı, Jalə Əliyeva, Milli Məclisin deputatı, Vüqar Rəhimzadə, Milli Məclisin deputatı. Hamınızı xoş gördük, bayramınız mübarək. Siz hər biriniz həm də o günlərin şahidlərisiz, həm də o günlərin iştirakçılarısınız. Ona görə də bu hadisiyə həm bir şahid kimi danışmaq hüququnuz var, həm də bütün ondan sonraki dövrdə Azərbaycanın keçdiyi yolda da fəal iştirak etmişsiniz. Ona görə də əldə etdiklərimizin xüsusən ideoloji baxımından, dövlətçilik baxımından və əlbəttə ki, siyasi anlamda da izahını çox mükəmməl şəkildə verəcəyinizə əminəm. İcazə verirsə, mən Vüqar müəllimdən başlayayım və səbəbini də söyləyeyim niyə. Vüqar müəllim hazırda Şuşadadır və Şuşada çox böyük bir, növbəti dəfə böyük bir tədbir keçirilir. Yeri gəlmişkən bu tədbirin mahiyyəti həm də Azərbaycan prezidentinin ora ünvanladığı məktubda da ifadə olunubdur. Və mən düşünürəm ki, ümumiyyətlə regionda baş verəcək hadisələr bütün bundan sonra ancaq Azərbaycanın müxtəlif şəhərlərində planlaşdırılır. Hətta bütün yaxın gələcəyin də addımları burada müəyyənləşir. Vüqar müəllim, əlbəttə bugün həm də rəmzi gündür ikinci mənada, çünki Azərbaycanla Türkiyə arasında imzalamış Şuşa bəyannaməsinin növbəti il dönümüdür və siz də elə oradasınız. Bütün bu kontekstdə həm milli qurtuluşa, həm də qurtulmuş Şuşaya, həm də qurtuluşun nəticəsi olaraq artıq yeni geosiyasi mənzərəni formalaşdıran Azərbaycana baxışı istəyəcəm sizdən. Buyurun, Vüqar müəllim. Təşəkkür edirəm, hörmətli dostlarımızı və sizləri, tamaşaçıları ürəkdən salamlayıram və bu gün doğrudan da çox gözəl bir gündür. Mən deyərdim ki, bayramların zirvəsində duran çox möhtəşəm bir bayramı qeyd edirik. Zəfər tarixinin növbəti, belə deyək ki, bu yolun gedişatına, ya belə deyək ki, bu proseslərin başlanmasına, qurtuluş gününün məhz nə qədər mühüm dövlətimiz, Azərbaycanımızın uğurlu nailiyyətlər əldə etməsində bu qurtuluşun 15 iyun tarixinin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini və zəfərə yaxınlaşmaq, zaman-zaman yaxınlaşmağın məhz buradan başladığını qeyd etmək istəyirəm. Mən əvvəl Şuşadan hamınızı salamlayıram və Şuşada çox möhtəbər və möhtəşəm bir tədbirdir və bir sıra ölkələrin nümayəndələri iştirak edirlər və qlobal təhlükəsizliyə regional töhfə
Cənubi Qafqazda sülh quruculuğu mövzusunda çox möhtəşəm bir tədbirdir və bu tədbir əlbəttə ki, Azərbaycanın regionda lider ölkə olaraq və eyni zamanda siz qeyd etdiyiniz kimi, hörmətli Elçin müəllim, Şuşa bəyannaməsinin növbəti 5-ci il dönümü belə təsadüf edir artıq bu tədbirin keçirilməsi və eyni zamanda Qurtuluş gününün növbəti ilidir və həqiqətən də Qurtuluş ümumiyyətlə Azərbaycan tarixində mən təkrarən qeyd etmək istəyirəm ki, ən möhtəşəm bayramdır və bu bayram olmasaydı, bugünkü uğurlu nailiyyətlərin əldə olunmasından danışmaq çox çətin olardı və bu bayram Qurtuluş tarixi Ulu Öndər Müsa Heydər Əliyevin xalqın təşkil tələbi ilə hakimiyyətə qayıdışı Azərbaycanın məhv olma təhlükəsindən xilas elədi, Azərbaycanı iqtisadi tənəzzüldən iqtisadi tərəqqiyə qədəm qoymasını təmin etdi, Azərbaycanda siyasi anarxiyanın, siyasi belə deyək ki, xaosun sonunu belə deyək ki, siyasi sabitliklə əvəz elədi və bu doğrudan da böyük bir tarixi hadisədir və Heydər Əliyevin gəlişi bütövlükdə insanların sabaha olan ümidini özünə qaytardı və mən qısaca olaraq belə deyək ki, xatırlamaq istəyirəm o illər doğrudan da ölkəmizin taleyində çox ağrılı, acılı, kaotik və idarə olunmaz bir vəziyyət idi və 93-cü ilə qədər olan dövr Azərbaycan tarixində, Azərbaycan taleyində çox çətin bir dönəmi özündə ehtiv eləyirdi, çətin bir dövrü özündə belə deyək ki, yaşadırdı və belə bir məqamda Azərbaycanın müstəqilliyini itirmə təhlükəsi vardı. Azərbaycanda vətəndaş müharibəsinin başlaması, Azərbaycanda ümumiyyətlə iqtisadiyyatın varlığından danışmaq mümkün deyildi. Azərbaycanda siyasi xaotik vəziyyət, silahlı qruplaşmaların tuğyan etdiyi bir dövr və o illərdə hakimiyyətdə olan Azərbaycan Xalq Cəbhəsi, Müsavat cütlüyünün o dövrü həqiqətən də ölkədə idarə olunmaz və yaxın tarixi keçmişimizdə ən ağrılı, acılı bir dövr kimi xarakterizə olunur. Və bu baxımdan Ulu Öndər Müsa Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqın təşkil tələbi ilə bütövlükdə Azərbaycan dövlətini bütün bəlalardan xilas elədi. Azərbaycanda ilk növbədə sabitliyin bərpa olunması yönümündə kifayət qədər uğurlu və gərgin işlər görüldü və bu baxımdan sabitlik mövcud olduğu təqdirdə eyni zamanda iqtisadi tərəqqinin əldə olunması vacib şərtlərdən biridir. Mən çox gözəl xatırlayıram 94-cü ilin əsrin kontraktının imzalanması dövrünü və baxmayaraq Azərbaycan artıq Ulu Öndər Müsa Heydər Əliyev 93-cü ilin iyunun 15-də xalqın təşkil tələbi ilə hakimiyyətə qayıtmışdı, gəlmişdi. Amma yenə Azərbaycanın həm daxildən, həm xaricdən belə deyək ki, sabitliyi pozmağa, bütövlükdə Azərbaycana qəsb kəsilmiş qüvvələr vardır və belə bir məqamda bu gərgin və çox çətin bir dövrdə əsrin kontraktının imzalanması böyük bir tarixi hadisə idi. Və bu hadisə o hadisə idi ki, əsrin kontraktı olmadan, əsrin kontraktının imzalanması mümkün olmadan Azərbaycanda iqtisadi tərəqqinin əldə olunmasından danışmaq çox çətindir. Əsrin kontraktı imzalanması Azərbaycanda iqtisadi inkişafın təməl prinsiplərini müəyyən elədi və beləliklə iqtisadiyyatı Ulu Öndər Müsa hər zaman qeyd edirdi, güclü olan dövlət hər şeyə qadirdir. O baxımdan siyasi və sosial həyatımızda mühüm dönüşün əldə olunması, eyni zamanda Azərbaycanın milli ordunun formalaşması, iqtisadi imkanlardan çox böyük aspekt. Bu baxımdan düşünürəm ki, çox böyük bir tarixdir, çox böyük, belə deyək ki, Azərbaycanın həyatında dönüşün məhz uğurlu nailiyyətlərin, uğurlu dönüşün təməl prinsipləri müəyyən oldu və Azərbaycan bu günləri qüdrətli, güclü Azərbaycan olaraq dünyada kifayət qədər mühüm həm iqtisadi gücə, həm siyasi nüfuza malik olan bir ölkədir və həmin o dediyimiz kimi iqtisadi nailiyyətlərin əldə olunması Azərbaycanda ordu quruculuq prosesində kifayət qədər özünü aydın şəkildə göstərdi. Bu günləri dünyanın aparıcı ordular sırasında yer almağımız sıradan bir məsələ deyil və məhz o siyasətin uğurlu təntənəsidir, nəticəsidir. Heydər Əliyev siyasətinin o nəticəsidir ki, məhz Azərbaycanın iqtisadi, belə deyək ki, bütün peşəkar kadrların hazırlanması və eyni zamanda ordunun maddi texniki bazasının yaxşılaşması əlbəttə ki, iqtisadiyyatla bağlı idi və zəfər tarixinə, məhz qurtuluşdan zəfər tarixinə gələn o yol, əlbəttə ki, uzun yol olmağına baxmayaraq, eyni zamanda çox müqəddəs bir yoldur və çox Azərbaycanın həyatında uğurlu nailiyyətlərin əldə olunduğu yoldur və bu günləri biz qürurla, şərəflə, bax bu Şuşanın çox müasir şəkildə qurulmasını qeyd edirik. Bu günləri Qarabağın və Şərqi Zəngəzurun
çox müasir şəkildə dünyanın ən müasir şəhərləri sırasında yer almasını qeyd edirik və bu çox böyük tarixi hadisədir. Əlbəttə bu iqtisadi imkanlardan, siyasi sabitlikdən və Heydər Əliyev siyasətinə söykənərək möhtərəm cənab prezidentimiz Müzəffər Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi çox unikal həm daxili, həm xarici siyasətin uğurlu nəticələridir ki, bax Şuşa bu günləri dünyanın bir sıra ölkələrindən qonaqları qəbul edibdir və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə belə bir möhtəşəm bir tədbir reallaşdırılır və bu tədbirdir və dünyadan gələn qonaqlar Şuşanın nə qədər füsunkar bir şəhər olduğunu, həm tarixi özündə əks etdirmək, həm müasirliyi özündə çox müasir şəkildə Şuşanın qurulması, inkişaf etdirilməsi və Azərbaycanın mədəni tarixi abidələrində Şuşanın nə qədər mühüm rola malik olduğunu açıq-aydın şəkildə görməkdədir və Şuşanın timsalında Qarabağın digər bölgələri, Şərqi Zəngəzurun digər şəhərlərimiz, azad olunmuş şəhərlərimiz Azərbaycanın hesab edirəm ki, təkcə Azərbaycanın və regionun deyil və dünyanın ən müasir şəhərləri sırasında yer almasını biz qeyd edə bilərik. Əlbəttə, bu zaman-zaman uğurlu siyasətin təntənəsidir və Heydər Əliyev siyasətinə söykənərək möhtərəm cənab prezidentimizin Azərbaycanı müasir şəkildə qurmaq, Azərbaycanı müasir şəkildə inkişaf etdirmək və Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələr sırasında yer almasını təmin etməkdən ibarətdir. Və ən mühüm nailiyyət isə mən xüsusilə qeyd eləmək istəyirəm ki, vətəndaş amilinə verilən dəyərdir. Bütün görülən işlər, bütün yeni çəkilən yollar, yeni salınan binalar, yeni deyək ki, bax belə müasir şəkildə qurulan şəhərlərimiz, kəndlərimiz əlbəttə ki, insanların rahat həyat şəraitində yaşaması deyəsən rabitədə təmin etməkdən ibarətdir. Və bu günləri, məsələn, Şuşanın özü çox mühüm bir dünyanın diplomatik və siyasi mərkəzlərindən birinə çevrilibdir və bu doğrudan da onlarımızın inkişafında da açıq-aydın şəkildə özünü göstərməkdədir. Bu, mən bir daha bayram münasibətinin hər bir Azərbaycan vətəndaşını, Azərbaycanı sevən hər bir insanı ürəkdən təbrik edirəm. Bu, Azərbaycanın hər bir vətəndaşının ən böyük bayramıdır və tarixdə Azərbaycanlıların taleyində əbədi yaşayacaq çox müqəddəs bir bayramdır ki, bu qurtuluş olmasaydı bu günləri regionda, Azərbaycanın dünyada çox mühüm layihələrə imza atmasını, çox mühüm layihələrin təşəbbüskarı olmasını qeyd etmək çox çətin olardı. Və bugünkü Azərbaycan dövlətinin varlığı, müasir qüdrətli güclü Azərbaycan dövlətinin dünya birliyində çox mühüm rola malik olması məhz qurtuluş tarixinin uğurlu təntənəsidir və bu tarixdən gələn uğurlu işlərin möhtəşəm, belə deyək ki, real nəticələridir. Təşəkkür edirəm Vüqar müəllim. Mən icazənizlə Musa müəllimlə bir neçə məsələni dəqiqləşdirəm. Musa müəllim həm tarixçidir, həmin dövrdə Azərbaycan ictimai-siyasi həyatında çox fəal idi, həm televiziya fəaliyyətində, həm hadisələrin mərkəzində, həm meydandaydınız, həm elmi kabinetdəydiniz, həm araşdırmanızı aparırdınız və bütün bu illər ərzində əslində heç nə dəyişmədi. Yenə də elmi laboratoriyadasınız, yəni öz elmi işinizlə məşğulsunuz, yenə siyasi həyatın mərkəzindəsiniz və indi hadisələr, yəni sanki sizin üçün gündəlik olan adi həyat, amma əslində həm də tarixdir. Və bir tarixçi öz yaşadıqlarını tarixi şəkildə qələm alması, bilirəm, bu var, belə hadisələr çox olubdur. Daha asandır, yoxsa keçmişi, hansısa mənbələri üzərində işləyib yazmaq. Və əgər yazası olsaydınız, bax, bu 33 illik tariximizin adını simbolik olaraq necə adlandırardınız Musa müəllim? Dəvət üçün təşəkkür edirəm. Çox sağ olun. Bu gözəl bayram münasibəti ilə sizi, bütün əməkdaşları, tamaşaçıları təbrik edirəm. Yaxşı bir sual verdiniz. Təvazökarlıqdan uzaq olsa da, mən iki ciltli Azərbaycan Cumhuriyyəti, Azərbaycan Respublikası tarixini yazmışam. 91, 2003, bir də 2003-dən 2021-ci ilə qədər. Hər bir xalqın, Elçin müəllim, tarixində çox möhtəşəm dönüş anı olur. 15 iyun millətimizin tarixində dönüş anıdır. 15 iyun Milli Qurtuluş Gününün əzəmətini millətimizin və dövlətimizin tarixində oynadığı rolu düzgün dərk etməkdən ötürü bir neçə açar suala cavab vermək lazımdır. Birincisi, dövlət müstəqilliyi bərpa edildikdən sonra
bizim xalqın qarşısında hansı vəzifələr dayanırdı? O vəzifələr 1993-cü ilə qədər yerinə yetirildi-mi, yerinə yetirilə bilmədi-mi, nə üçün yerinə yetirilə bilmədi və nəyə gətirib çıxartdı? Nə üçün Azərbaycan xalqının təkidli tələbi ilə Azərbaycan hakimiyyəti məhz Ulu Öndər Heydər Əliyevə müraciət etdi, başqa bir şəxsə yox. Üçüncüsü, Ulu Öndər Heydər Əliyev Bakıya gəldi, bugünkü gün Azərbaycan parlamentinin sədri seçildi və ondan sonra Azərbaycan nədən qurtuldu, nədən xilas oldu? Nə üçün biz buna Milli Qurtuluş Günü deyirik? Nədən qurtuldu? Dördüncü sual, ən başlıcası bundan ibarətdir ki, Ulu Öndər Heydər Əliyev hakimiyyət başına gələndən sonra millətimizin və dövlətimizin qarşısında dayanan, başlıca hədəfə çatmaqdan ötürü hansı işlər görüldü? Və nəhayət, sonuncu bir, suallar çox ola bilər, sonuncu bir sual bundan ibarətdir ki, 15 iyun olmasaydı, bugünkü zəfər ola bilərdimi? 15 iyun olmasaydı, indi Azərbaycan hansı yerdəydi? Yəni 15 iyunun bütün mahiyyətinə qiymət verməkdən ötürü bu suallara cavab vermək lazımdır. İcazənizlə mən çox danışmayayım, hörmətli, dəyərli həmkarlarımız təhlil eləyəcəklər. İlk sualla bağlı bir neçə məsələni sizə söyləyeyim. 91-ci ildə Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə bizim xalqımızın qarşısında dayanırdı. Müstəqil dövləti qurmaq, tanıtmaq, tək partiyalı sistemdən çox partiyalı sistemə keçmək, diktaturadan demokratiyaya keçmək, planlı sosialist təsərrüfatından azad bazar iqtisadiyyatına keçmək, müstəqil dövləti qurmaq. Bütün bu qarşıda dayanan vəzifələr Ermənistanın Azərbaycanın daxili işlərinə kobud müdaxiləsi, bir müddət sonra isə hərbi müdaxiləsi ilə paralel getdi. Yəni dövlət quruculuğunun bu çətinliyi var idi. Bəli. Azərbaycan hakimiyyəti 93-cü ilə qədər bu məsələləri həll edə bilmədi. Azərbaycanda dövlət quruculuğu dalana dirəndi, iqtisadiyyat dağıdıldı, demokratiyaya keçid problemlərlə müşayiət olundu. Xalqın milli, mənəvi, psixoloji böhranı baş verdi. Bütün bunların hamısı birlikdə ümumi böhrana gətirib çıxartdı. Yəni, mən təkcə iqtisadi, siyasi, digər böhranları söyləmirəm. Ümumi böhran. Ümumi böhran şəraitində sabaha ümid yoxdur. Dövlətin taleyi necə olacaq, xalqın inkişafı hara gedəcək? Bütün bunlar azmış kimi xaricdən dəstəklənən, şimalda və cənubda separatçılıq ölkəni parçalayır, ölkə vətəndaş müharibəsi astanasındadır. Hakimiyyət bu problemi həll edə bilmir. Biz, müəllim, tarixi həm də ona görə öyrənirik ki, ona düzgün yanaşaq, düzgün qiymət verək və düzgün ibrət dərsləri alaq ki, nə səhvlər olubsa o səhvlər buraxılmasın. Əlbəttə. Və belə bir şəraitdə xalqın sabaha ümidi yoxdur, hakimiyyət də bu məsələləri həll edə bilmir, ölkənin taleyi sual altındadır, xalq müraciət eləyir Ulu Öndər Heydər Əliyevə. Nə üçün müraciət eləyir? Burada iki başlıca amil var. Onun biri ondan ibarətdir ki, Naxçıvanda Ali Məclisin sədr müavinidir, hələ sədr müavini olmamışdan əvvəl ağsaqqal deputat olaraq Komünist Partiyasının, Sovet İttifaqının, Sovet sisteminin mövcud olmasına baxmayaraq və Cumhuriyyəti düşmən elan etməsinə baxmayaraq Heydər Əliyev Cumhuriyyətin bayrağını rəsmi dövlət bayrağı kimi qəbul etdirir. Bu, müstəqilliyin rəmzi deməkdir. Azərbaycan xalqı da müstəqillik istəyir, dövlətin qorunmasını istəyir və SSR-nin saxlanmasına dair referendumunda əleyhinə Heydər Əliyev çıxışlar eləyirdi. Məclisdə deyirdi ki, biz
müstəqil yaşaya bilərik. Naxçıvan deputatları Naxçıvan cəmaəti adından təklif eləyirəm və Naxçıvanda da deputat bu referendum keçirilmədi. Və bir də 70-ci illərdəki fəaliyyəti ilə bağlı idi. Musa müəllim, bunu ayrıca müzakirə edəcək bir cümlə ilə reklam vaxtıdır. Baxaq, buyurun, onu ayrıca bir blok kimi müzakirə edək ki, fasilə yaranmasın. İndi reklam vaxtıdır. 21.000 manat səni evinə yaxınlaşdıracaq. Sadəcə bir addım at. Kristalın Biləcəri yaşayış kompleksində 2 otaq studiya mənzillər 15% ilkin ödənişlə satışdadır. 21.000 manat ödəməklə avtovağzal və 20 yanvar stansiyalarına yaxın, geniş, yaşıllıq ərazidə mənzil sahibi ol. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Abşeron Mall'da Shopping Fest loteriyası başladı. Alışveriş et. Dipal S09 kazanmak şansı elde et. 3 adet Sharm el Sheikh tur paketi, iPhone, iPad, scooter ve diğer hediyeler seni gözleyir. 30 sentyabra dek her 50 manat alışverişe bir bilet kazan. Daha çok bilet, daha çok şans. Abşeron Mall'a gel. Shopping Fest'te galip ol. Ben seçimimi dedim. Çəkildi. Buyurun Dilara xanım, tapşırdığınızı aldıq. Teşekkür edirəm. Yormursuz da bizi. Sizdə həmişə bir dublə alınır. Senarini belə oynamaq lazımdır. Amma əsas məsələ öyrənmək deyil ki, əsl sir başqadır. Çünki beynim rahatdır, fikrim başqa yerdə qalmır. İşimə tam fokuslana bilirəm. Bu nəticədir. Əsl səbəbsə sehirli Airbnb bezləridir. Üzr istəyirəm, sizə zəng var. Ay can, neyinirsən? Heç nayanam, bütün işlərimi görüb bitirmişəm. Nəvən də mışıl-mışıl yatır. Lap 7-ci yuxudadır. Airbnb uşaq bezləri. 3 nəslin komfortu. Təmir etməyə yox, yaşamağa başla. Çünki Park Yasamal'da tam təmirli mənzillər satışdadır. 2 otaq studiyadan 4 otaqlıya qədər fərqli seçimlərlə xəyal etdiyin mənzilə sahib ol. Yasamal Gölü, parklar və şəhərin əsas nöqtələrinə yaxınlıq burada yaşamağı daha rahat edir. 30% ilkin ödəniş və 20 illik ipoteka imkanı ilə şəhərin bütün istiqamətlərinə yaxın yerdə evin olsun. Ətraflı məlumat üçün Ulduz 1544-ə zəng et və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. ABB ile krediti ele olduğunuz yerden tam online elde edeceksiniz. İllik 10,9 faizden başlayan nağd krediti bank filiallarına getmeden ABB Mobile tətbiqindən və ya nağdkredit.az saytından güzəştli şərtlərlə sifariş edin. Məbləği isə ABB kartınıza köçürüb istifadə edin. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Gyalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Gyalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Gyalron Balans ilə. Yenilənmiş L'Oreal Paris Elsef'i kəşf edin. 72 saat təravət, yeni dizayn. Davam edək müzakirəmizi. Musa müəllim, o fikrinizi davam elətdirirsinizmi, yoxsa bir cümləni bəli, buyurun, sonra xahiş edirəm. yoldaşlarımız davam elətdirsin. Millətimiz 70-ci illərdə Ulu Öndər Heydər Əliyevin Azərbaycanın rəhbəri olaraq xalqımızın Respublikanın adını yüksəltməsini görmüşdü. Bəli. Və SSR-nin rəhbərlərindən biri olaraq onun bacarığını görmüşdü və hesab eləyirdi ki, bu fəlakətdən, yəni ölkəni parçalanmaqdan, dövləti dağılmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtara biləcək bir şəxs var, o da Ulu Öndər Heydər Əliyevdir. Və o dövrdə də xarici mətbuat yazırdı ki, Azərbaycanda artıq dövlət yoxdur və bundan sonra hər şey elə belə də yazırlar. Heydər Əliyevin zəkasına və bacarığına bağlı olacaq. O bunu bacaracaqmı, bacarmayacaq və yazırdılar ki, o bunu bacaracaq. Heydər Əliyev Bakıya topsuz, tüfəngsiz gəldi və özünün zəkası ilə milləti bu fəlakətdən qurtardı. Musa müəllim, əslində o dövrü biz bu və digər şəkildə hər kəs öz yaşına uyğun da xatırlayır. Amma bir məqam var və fərz eləyək ki, elə 93-cü ilə qədər deyim, Azərbaycan xalqı bir 5 il ərzində bir 5 müxtəlif hakimiyyəti gördü və nəticə çıxartmaq üçün də çox ciddi müqayisəli bir tarixi proses yaşadı.
pis mənada deyirəm mən bu sözü. Çünki bu tarixi proses yəni bu müşahidə eləmək üçün ola bilər yaxşıdır, amma xalqın taleyi üçün, gənc dövlətin taleyi üçün öldürücü ola bilərdi. Riskli idi və biz bu riskləri gördük. Açığı demək lazımdır ki, həmin dövr Azərbaycanın bu mənada bəxti ümumiyyətlə gətirmədi. Və Azərbaycan xalqı həm də bir mənada bu məsələ yaxşı idi ki, yaxşını pisdən tez seçməyi öyrəşdi və illərlə bu artıq qaldı, bizdə formalaşdı. Yəni artıq bu məsələdə eksperiment eləmək, sınaq keçirmək dövrünü çevirdi və stabillik yolunu seçdi. Bu mənada həm də dərs çıxardı, çox tez dərs çıxara bildi. Bu önəmli bir məsələ idi. Doğrudur, indi tarixdə belə olmasaydı və s. qəbul olunmur və tarixçilər də həmişə buna etiraz edirlər ki, bunu deməyin. Amma həqiqətən də bəlkə də biz onu keçməsəydik, o ağır mərhələni biz yaxşını pisdən seçməyi öyrəşməzdik. Mənə hərdən elə gəlir. İcazə verirsə, mən Jalə xanımdan elə bax bu kontekstdə məsələyə yanaşım ki, yaxşı və pisi seçmək bir tərəfə qalsın, xalq özü öz taleyini həll eləmək qərarına gəldisə, müstəqillik elan elədisə, hər kəs evinə yığışıb getməli deyildi. O, necə olacaq yolunu seçməli idi və bu yolda da sözsüz ki, sükanı, idarəçiliyi məhz təcrübəsi olan və artıq müəyyən işlər görmüş, Sovet dövründə hətta o çərçivələr daxilində Azərbaycanın müstəqilliyi üçün böyük işlər görmüş və müəyyən dayaq nöqtələri yaratmış şəxsə etibar elədi. Ondan sonraki dönəm Azərbaycan xalqı nələri gördü? Təşəkkür edirəm. Biz bugün qurtuluşumuzun və mən deyərdim ki, elə böyük qayıdışın Ulu Öndər Heydər Əliyevin 1993-cü il 9 iyun tarixində xalqının təkidli tələbi ilə, istəyi ilə Bakıya qədəm qoyduğu gündən etibarən başlayan qurtuluşumuzun növbəti il dönümünü qeyd edirik. Böyük bir bayramdır. Bugün eyni zamanda artıq qeyd edildi. Eyni zamanda bugün Şuşada böyük bir tədbir keçirilir. Şuşa bəyannaməsinin imzalanmasının 5-ci il dönümünü qeyd edirik. Və elə sizin sualınızın cavabı elə bəlkə də bugün Şuşada verilir. Xalq nələr gördü, nələr yaşadı, nələr əldə etdi? Bəli, elə qısaca bir cümlə ilə desək, ötən illər ərzində xalq Qarabağına qayıtdı, Şuşasına qayıtdı və bütün bunlar əlbəttə ki, bir mənalı olaraq Ulu Öndər Heydər Əliyev dühasının, siyasətinin və daha sonra da bu siyasətin, belə deyim ki, siyasi, mənəvi, fiziki varisi olan Cənab Prezident İlham Əliyevin iradəsi ilə baş tutdu. Amma biz bugün yenə də həmin günlərə qayıtmağı lazım bilirik. 1993-cü ilə işıq tuturuq bir daha. 93-cü il öz, deyək ki, bağını, təməllərini daha əvvəlki illərdən alırdı və siz qeyd etdiniz, qısa bir müddətdə 5 hakimiyyət dəyişikliyi olmuşdu və xalq artıq nəyin yaxşı, nəyin pis olduğunu çox yaxşı bilirdi. Və daha əvvəlki illərdə hələ Azərbaycan Sovet Respublikası ikən bu ölkənin idarə edən, Sovet rəhbərliyində olan, amma qanıyla, canıyla, verdiyi bütün fərmanlarla, atdığı bütün addımlarla illər sonranı, 20, 30, 50 il sonranı bugünü görən, bir dahi kimi görən, bir peyğəmbər dəqiqliyi ilə görən Heydər Əliyevin siyasətinin şahidi olmuşdu Azərbaycanda və əlbəttə ki, o xaotik dövrlərdə, dönəmdə 93-cü ilin, 88-ci ildən etibarən başlayan və 5 il davam edən təqribən o xaotik dövrdə, özbaşınalıq dövründə, hardasa vətəndaş müharibəsinə sürükləndiyimiz bir dövrdə, tamamilə dünya xəritəsindən Azərbaycanın bir bütöv bir ölkə, dövlət olaraq silinmək təhlükəsi ilə qarşı-qarşıya gəldiyi dövrdə əlbəttə ki, xalq öz müdrikliyinə əsaslanaraq doğru bir qərar verdi, düzgün qərar verdi və sonradan çox haqlı olaraq Ulu Öndər adını verəcəyi, ümummilli lider adını verəcəyi Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Biz hər birimiz o günlərin şahidiyik, o günlərin canlı şahidiyik, xalqımız o günlərin tarixini yazan canlı şahidlərdir və əlbəttə ki, həmin günlərin əziyyətlərini, çətinliklərini yaşayan insanlarıq. Və əgər həmin günlərdə həqiqətən də Heydər Əliyev yenidən hakimiyyətə gəlməsəydi
və bugün elə işığına toplaşdığımız 15 iyun tarixində 1993-cü ildə bundan tam 33 il əvvəl Azərbaycan Ali Sovetinin, Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsəydi və daha sonra da onun arxasınca ard-arda silsilə onun dühasının ətrafında toplanan əhəmiyyətli addımları atmasaydı, bugün biz haradaydıq, bugün biz kim idik? Əlbəttə ki, bu böyük bir sualdır, böyük bir, belə deyim ki, narahatçılıq doğura biləcək məqamlardır. Amma biz bütün bunlara imkan vermədik. Xalq yenə də deyirəm, həm öz müdrikliyi ilə, həm də ulu öndər siyasətinin təməlləri ilə həmin günləri öhdəsindən gəlməyi bacardı. Azərbaycan dövləti qısa bir müddətdə öz ayaqları üzərində qalxdı, möhkəmləndi, gücləndi. Azərbaycanı bir müstəqil ölkə olaraq, dövlət olaraq dünya tanımağa başladı. Azərbaycan böyük əhəmiyyətli beynəlxalq iqtisadi layihələrə ev sahibliyi etdi. O günlərə qədər tamamilə yox olan, dağılan büdcəmiz yenidən quruldu, ordumuz yenidən qurulmağa başladı. Parçalanan, ayrı-ayrı deyək ki, bəlkə də vilayətlərə parçalana biləcək, bölünə biləcək ölkəmiz yenidən birləşdi, yenidən ayaqları üstündə qalxdı və bir mənalı olaraq xalq-dövlət birliyi yarandı. Və bu tandemin, bu iki tandemin bir tərəfində Azərbaycan xalqı, digər tərəfində isə onun lideri olan Heydər Əliyev dayanırdı. Və daha sonraki illərdəki bütün uğurlarımız, bütün nailiyyətlərimiz, bəlkə də belə deyim ki, 200 illik demokratiya təcrübəsi ilə öyünən, dünyaya demokratiya ixrac etməyə çalışan ölkələrin belə keçə bilmədiyi yolu, həm iqtisadi, həm siyasi inkişaf yolunu Azərbaycan qısa bir müddətdə qət etdi və bütün bugünkü uğurlarımızın, nailiyyətlərimizin, baş ucalığımızın əlbəttə ki, başında, təməlində Ulu Öndər Heydər Əliyev duhası dayanır, onun ideyaları dayanır, onun idealları dayanır. Heydər Əliyev bizə Azərbaycançılıq ideyasını təqdim etdi və bugünə qədər də biz bu ideyanın ətrafında toplaşmışıq. Heydər Əliyev bizə hələ birinci dəfə hakimiyyətdə olarkən SSR məkanında öz ana dilimizi qorumağın yollarını öyrətdi və buna nail oldu. Azərbaycan SSR-nin konstitusiyasında dövlət dilinin ana dili olaraq təsbit edilməsinə nail oldu. Heydər Əliyev hələ Sovetlər dövründə Naxçıvanski adına hərbi liseyin yaranmasına nail oldu. Bu, müstəqil bir ölkədə baş vermirdi. Bu, Sovet rejiminin bir parçası olan bir respublikada baş verirdi və həmin bu respublikada müstəqil ordunun yaranmasının təməllərinin atılması əlbəttə ki, bu inanılmaz bir cəsarət tələb edirdi. Bu, bugünə hesablanmış bir məsələ idi. Bu, bugünkü yenə də deyirəm ki, qələbələrimizin bəlkə də elə təməlinin atıldığı günlər idi. Və əlbəttə ki, xalq böyük bir, belə deyim ki, bu illər ərzində, 93-cü ildən keçən 33 il ərzində əsrə bərabər, bəlkə daha uzun bir yol keçdi. Amma bu uzun yolun hər bir məqamı, hər bir döngəsi uğurlarla doludur, firavanlıqla doludur və bugün əgər biz bütün dünyaya Şuşamızdan səslənə biliriksə, bugün bütün dünyaya Qarabağımızdan səslənə biliriksə, bu əlbəttə ki, xalqımızın böyük nailiyyətidir, xalqımızın böyük uğurudur. Biz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin 9 iyun tarixində Bakıya qayıdışını və daha sonra isə hakimiyyətə gəlişinin bizə qazandırdıqlarını qısaca da olsa bir verilişin, belə deyim ki, əhatəsində bu şəkildə təsbit edib, bu şəkildə dəyərləndirə bilərik. Təşəkkür edirəm Jalə xanım. Burada bir məqam elə siz danışa-danışa yadıma düşdü. Əslində, Musa mənim də bayaq dedi, siz də qeyd etdiniz, xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyevin üzərinə düşən vəzifələr də əslində çox qeyri-müəyyən idi. Sadəcə hamı xilas gözləyirdi. Amma bu xilas necə olacaq, heç kim bilmirdi. Təbii ki, bunun xalqın biləcəyi iş deyil, amma siyasi aləmdə olanlar da bilmirdilər. Hətta mənim, indi biz bəzən bir də o kadrları görüb baxırıq və yaxud da arxiv materialları üzərində işləyəndə də həmən o Milli Məclisin ilk iclasları və dünən ümumilli liderə yalvaran, onun hakimiyyətə gəlməsini xahiş edən deputatların hətta və yaxud da keçmiş hökumət üzvlərinin parlamentdəki mövqeyi
bugün də məni təəccübləndirir. Bir tərəfdən dəvət edibsən, xahiş edibsən ki, gəl və idarəçiliyi biz bacarmadıq, götür və bunu müəyyən məcraya yönəlt. Digər tərəfdən də nəinki mane olmaq, tövsiyələr vermək. Yəni, sən bunu bilirdinsə, özün edərdin sualı yaranır. Edə bilmədiyin üçün bax, bu missiyanı atdım və bu sonra artıq bir xroniki xəstəliyə çevrildi Azərbaycanda. Təəssüf ki, illər keçdikcə bu xroniki xəstəliyin biz başqa formalarını görürük bəzi insanlarda. Həm tarixi gerçəkliyi danmaq naminə bunu edirlər. Bəzən də maraqlı görünmək üçün bunu edirlər. Yəni, tarixi hadisələrin sanki təqdimatında, mən istəyirəm buna yumuşaq bir söz tapım, amma bəzən də tapa bilmirəm. Obyektiv olmaqdan daha çox fərqli görünmək naminə başqa cür istiqamətləndirmək istəyənlər də olur. Və bu olacaqdır da. Təəssüf ki, cəmiyyət hamısı eyni cür ola bilməz. Amma bütün bunların həm də məntiqli cavabı odur ki, əgər bugün Azərbaycan dövlət və Azərbaycançılıq bu sözlər varsa və bunun da elə əsas məncə mahiyyəti bu tarixdə qoyuldu. Bu birinci tutarlı cavabdır. Nəsib müəllim həmin dövrün hadisələrini iki kontekstdən mən istəyəcəm bizim üçün bir şərh eləsin. Həm siyasi və təbii ki, sosial-iqtisadi kontekstdən, həm də ki, idarəçilik və ümumiyyətlə idarəçilik mexanizminin formalaşması. Bayaq Musa müəllim dedi, biz bir ictimai-siyasi formasyadan başqasına keçdik, amma təkcə bu deyildi. Bir var yuxarıdan gələn tapşırıqla hamı işləyir, bir də var ki, indi sən özün etməlisən. Və özün etməli sənə bizim o vaxt nə siyasi aparatın, nə kadrların demək olar ki, hazırlığı yox idi. Amma qısa müddətdə bunlar həllini tapdı və bu necə baş verdi? Buyurun. Siyasi aspektdən yanaşsaq, mən xatırladım ki, Azərbaycan Xalq Cəbhəsi Yeni Müsavat Partiyası təzə hakimiyyətə gəlmişdi. O zamanlar Prezident Elçi bəylə Moskvadan gəlmiş 6 nəfər baş redaktorun, o baş redaktorların bir klubu vardı. Bəli, mənim xatırlayım. İzvestiyadır, Pravdadır, Argument Faktı, sonra Trud, Sovetskaya Rusiya, Komsomolskaya Pravda, bunların baş redaktorları gəlmişdi. Elçi bəylə birbaşa keçmiş SSR Respublikalarına canlı yayın veriliş hazırladılar. Ona bir Galembiyevski, İzvestiyanın baş redaktoru belə bir sual verdi ki, Cənab Prezident, siz yenicə hakimiyyətə gəlmişsiniz və keçmiş SSR Respublikalar arasında tanınmırsınız. Və bizim məqsədimiz sizi bu məkana tanıtmaqdır. Və mənim belə bir sualım var. Sizdə Dağlıq Qarabağda müharibə gedir. 500 mindən artıq qaçqın köçkününüz var və iqtisadiyyat dağılıbdır. Mən belə bir sualım var ki, siz hansı istiqamətdə iqtisadiyyatı inkişaf etdirmək istəyirsiniz? Rəhmətlik Elçi bəy belə bir söz işlətdi ki, bilirsiniz, 4-cü sinifin tarix dərsindən müəllim bizə öyrətmişdi ki, müstəqil dövlətin atributları olmalıdır, sərhəddi olmalıdır, pul olmalıdır, filan şeylər olmalıdır. O zaman mənim üçün çox təəccüblü gəlmişdi ki, belə bir, bunların hər birisi böyük bir orduya rəhbərlik edən, yəni jurnalist ordusuna kifayət qədər peşəkar insanlardır. Bizim dövlət başçımız 4-cü sinif tarix dərsində öyrədilməyən şeyi bunlara izah edir ki, müstəqil dövlətin atributları olmalıdır. Yəni, bunu ona görə deyirəm ki, dövləti idarə etmək üçün dövlətçilik təcrübəm olmalıdır. Məsələn, o hakimiyyətdə, AXC Müsavat hakimiyyət dövründə bir nəfər də olsa təcrübəli adam yox idi. Və çox təəssüflər olsun ki, ondan əvvəl 1988-ci ildən başlayan bu xalq hərəkatı və 93-cü ilin hadisələrini gətirdi, çıxartdı. Biz burada Milli Qurtuluş gününü qeyd edirik. Və təbii ki, 15 iyun Milli Qurtuluş gününün yaranması səbəbləri, onun mahiyyəti, tarixdəki rolu, orada baş verən hadisələri danışmaq üçün bizə çox rahatdır. Bəli. Ancaq çox təəssüflər olsun ki, yeni gələn nəsillərdə bəzi hallarda yanlış təsəvvürlər formalaşır. Bizim əsas vəzifəmiz ondan ibarət olmalıdır ki, və bizim nəsillərin 15 iyun Qurtuluş gününə gətirən səbəbləri düzgün təhlil eləyək, düzgün nəticə çıxardaq və yeni nəsillərə təbliğ eləyək. Çünki bu bizim dövlətçilik məsələmizdir, dövlətimizin təhlükəsizliyi məsələsidir, müstəqilliyimizin daimi olması məsələsidir. 1988-ci ildən başlayan bu proseslər
təbii ki, 87-ci ildə oktyabr ayında Ulu Öndərin Moskvadakı postlarından istifa verəndən sonra başladı Dağlıq Qarabağda separatizm. Nəsbən bir xahişim olacaq, mümkün qədər 80 yox 80 işlədək, həm də Azərbaycan dilinin normalarını, qaydalarını əməl edək. Xahişimdir bu mənim. Buyurun. 87. Ondan sonra separatçılıq başladı. Nə qədər ki Heydər Əliyev Moskvadaydı, hakimiyyətdəydi, ermənilər buna cəhd eləmirdilər. Heydər Əliyev hakimiyyətdən kənarlaşandan sonra bu separatçılıq başladı və Azərbaycanın son 35 ildə başına gələn bütün bəlalar elə onda qoyuldu. Və təsadüfi insanların, əvvəl Əbdürrəhman Əvəzirov, sonra Ayaz Mükəllibov, ondan sonra müvəqqəti olaraq Yaqub Məmmədov, ondan sonra Xalq Cəbhəsi hakimiyyəti və bütün bunlar cəmiyyətdə proseslərin düzgün idarə olunmaması səbəbindən ilk növbədə. İkinci, dövlətçilik institutu və bütün bunlar cəmiyyətdə proseslərin düzgün idarə olunmaması səbəbindən ilk növbədə. İkinci, dövlətçilik institutlarının bərpa olunmaması səbəbindən baş verdi. Yəni bu dövlətçilik, dövlət idarə etmə sistemi Azərbaycanda praktik olaraq yox idi. Bir tərəfdən hakimiyyət Moskvaya birbaş körtəbii şəkildə inanan və arxayınlaşan, bizim əvəzimizə Qarabağ problemini həll eləyəcək, torpaqlarının işğalının qarşısı alınacaq. Digər tərəfdən də real ictimai rəyə təsir edən meydan hərəkatı. Yəni bu ictimai siyasi proseslər daha çox küçələrdən idarə olunurdu. Çünki xalq görürdü ki, hakimiyyət bunun problemlərini həll etmir. Sosial problemlər daha da gündən-günə artmaqdadır. Separatçılıq baş alıb gedir. Orada Qarabağda artıq kəndlər işğal olunur, insanlar həlak olur, insanlar kəndlərdən, şəhərlər, rayonlardan qaçır. Yəni bütün bunlar insanlarda bir psixi pozğunluq gətirdi, çıxartdı. Xalq başını itirdi. Xalq bilmirdi ki, kimə inansın. Paralel olaraq eyni zamanda dövlətçilik üçün ən böyük təhlükələrdən birisi yerlərdə istisnasız olaraq Bakı şəhəri və bütün Respublikanın şəhər və rayonlarında, hətta kəndlərində çoxsaylı cinayətkar kriminal dəstələrin yaradılması oldu. Dövlət, belə bir məfhum var, dövlət əgər öz funksiyasını yerinə yetirmirsə, deməli yerlərdə xaotik proseslər, başı pozuq dəstələr yaranır. Və hətta cinayətə meyilli olmayan gənclər belə o cinayətkarlı dəstələrə qoşulurdu. Bu da çoxlu saylı şəkildə cinayətkarlı adam ölümlərindən müşahidə olundu, reyketçilikdən müşahidə olundu. Yəni insanlar real hakimiyyətə yox, artıq bəzi hallarda haqqın, ədalətin bərpasını kriminal elementlərdə gördülər. Bu istənilən dövlət üçün çox böyük təhlükədir. Və bu prosesləri sürətləndirən amillər də oldu təbii ki. O ən böyük, bəlkə də əsrimizin xəstəliklərindən birisi separatçılıq. 1993-cü ildə Qarabağda müharibə gedə-gedə Lənkərandan Əlikirəm Hümbətov adında bir şəxs Lənkəran batalyonunu götürdü, çıxartdı döyüş bölgəsindən, apardı Lənkəranda Talış Muğan Respublikasını elan elədi. Digər tərəfdən Ağdam cəbhəsindən Sürət Hüseynovun dəstəsi götürdü, Gəncədə gəldilər. Orada bir separatçılığın mərkəzini yaratdılar. Digər tərəfdən Sadval Ləzgi Təşkilatı şimal bölgələrində çox böyük bir dağıdıcı proseslərə, onlar başında duran General Qəhrəmanov adında bir nəfər vardı. Birbaşa o Moskva ilə bağlı, Moskva xüsusi xidmət orqanlarına bağlı bir şəxs idi və Azərbaycan ərazisində ancaq erməni siyasətini həyata keçirən adamlardan birisi o idi. Digər tərəfdən 93-cü ildə heç bir zərurət olmadan mən indiyə qədər də onun o sualların belə qarşısında mənim yaşadığım Balakən rayonuna 7 tank BTR 93-cü ildə gətirdilər. Heç bir zərurət olmadan Balakəndə müharibə getmir, bir şey getmir. Yəni bu ondan ötürüydü ki... Siz onda oradaydınız. Mən oradaydım təbii. Səbəb nə göstərdilər, bəs Nəsib müəllim? Orada birbaşa bu Moskvadan idarə olunan bir plan idi. Baş plan idi. Və təsəvvür edin, mən xısadaladım, 93-də Talış Muğan Respublikası elan olundu, müharibə gedə-gedə. Çünki mən tamaşaçıların da diqqətinə çatdırmaq istəyirəm ki, atəşkəs rejimi Bişkekdə
1994-cü ilin may ayında May ayında, imzalandı. bəli. Və 21-də səhv eləmirəmsə. 12-sində səhv eləmirəmsə. Bəlkə də indi rəqəmi yanlış deyərəm. Ola bilsin 20-si də ola bilər. Deməli, ancaq bu proseslər 93-cü ildə getdi. Bir istiqamət cənub, bir istiqamət şimal, bir istiqamət qərb ermənilərlə, bir istiqamət şimal-qərb. Heç bir zərurət olmadığı halda. Mən o zaman orada rayonda yaşayırdım və gördüm ki, insanlar onu dəstəkləmir. Əksinə insanlar köməksiz bir vəziyyətdə qalıblar. Başa düşmürlər ki, burada Balakəndə silah paylamağın anlamı nədir? Və bu 7 dənə tankın, BTR-in bura gətirilməsinin səbəbi nədir? Sonralar bu prosesləri təhlil edəndə gördük ki, bəli, bu xüsusi bir plan idi. Azərbaycan adında dövlət olmamalıydı və təsadüfi deyil ki, 91-ci il Alma-Ata deklarasiyası imzalanan ərəfədə çox maraqlıdır. Azərbaycan ora dəvət olunmamışdı. Bəli. Və o zamanki Ukraynanın prezidenti Kuçma özü xüsusilə orada iştirak edən şəxs mənə danışıb. Yeltsin soruşdu, deyir, Azərbaycan burada nə eləyir? Kuçma dedi ki, mən dəvət eləmişəm. Kuçma ilə Nazarbayev, Qazaxıstanın prezidenti, o zaman Azərbaycana dəstək verdilər. Yəni planda Azərbaycanın bir dövlət olaraq olmaması idi. Yəni bu artıq belə bir qərar qəbul olmuşdu. Çox şükürlər olsun Allaha ki, belə bir zamanda Azərbaycan xalqının bəxti onda gətirdi ki, Heydər Əliyev kimi belə bir siyasətçi vardı. Tanınmış siyasətçi vardı. Moskvada bütün o SSR-nin rəhbərliyində ən yüksək ali səviyyədə təmsil olunan dünya şöhrətli bir tanınmış bir insan və dövlət idarə etmə sistemini, dövlətin necə qurmaq lazım olduğunu bilən bir insan. Və ikinci bir şəxs yox idi. Biz xatırlayırıq, biz də bir zamanlar dövlətin başçısı deyirdi ki, biz bu böyük oyunların peşkasıyıq. Yəni bu, əgər dövlət başçısı belə nədən xalq hansı hissləri yaşayır? Yəni bu çox qəribədir. İndi o baxımdan sual olunanda ki, biz nədən qurtulduq? Hesab edirəm ki, biz qurtulduq çox ildə bir dənə hakimiyyət dəyişməyin o stereotiplərdən qurtulduq. Biz xaosdan, anarxiyadan qurtulduq. Biz separatizmdən, dövlətin parçalamasından qurtardıq. Biz qurtardıq cəmiyyətin kriminallaşmasından qurtardıq. Biz qurtardıq xaotik bir dövlət idarə etmə sistemindən. Yəni Heydər Əliyev gəldi, ilk növbədə nədən başladı? Getdi Gəncəyə. Bəli. İnsanlarla görüşdü. Bəli. Bu olduqca o zaman üçün olduqca riskli bir addım idi və vacib bir addım idi. Və insanlara göstərdi ki, topla, tüfənglə yox, ağılla, təcrübə ilə, təhsillə, savadla, qabiliyyətlə, vətənpərvərliklə, millətini, xalqını sevməklə, dövlətini sevməklə bu işləri həll eləmək olar. Və Heydər Əliyev 15 iyun parlamentə sədr seçiləndən sonra baxın, yenə də həmin o dağıdıcı, xaotik proseslər davam elədi. Əlbəttə. Dəfələrlə hərbi çevrilişləri, cəhdlər, sui-qəsdlər, terror hadisələri, hətta Ukraynanın prezidenti Kuçma gələndə körpünün partladılması və yaxud da ki, təyyarəsinin vurulması. Bakı metrosunda baş verən terror. İlk növbədə indi biz müsəlmanıq, Allaha bağlılığımız böyüdür. Mən hesab edirəm ki, Heydər Əliyevi Allah-u Teala qorudu bu xalq üçün, bu dövlət üçün. Əgər Allah-u Teala'nın izni olmasaydı, bütün bu nailətlər əldə oluna bilməzdi. Çünki Heydər Əliyev Bakıya gələndə nə ordusu vardı, nə silahlı dəstələri vardı. Ancaq öz ağlı ilə. Sonra bütün bu hərbi müxalifəti, dağıdıcı prosesləri neytrallaşdırandan sonra nə elədi? Ali qanunveri qanunu, konstitusiyanı qəbul elədi. Konstitusiya olduqca, konstitusiya olmadan dövlət idarə oluna bilməz. Əsas qanun olmadan. Ondan sonra başladı isə bütün neft kontraktları, sonra dövlət idarə etmə sisteminin əsası qoyuldu, dövlət institutları yarandı, islahatlar, bütün iqtisadi, siyasi, hərbi, torpaq islahatından tutmuş, torpaq islahatları xüsusilə mən bilavasitə rəhbərlik etmiş bir adamım. Bəli, bütün sahələri. İlk dəfə keçmiş SSR ərazisində torpaq islahatları Azərbaycanda keçirildi. Biz Allah qəni-qəni rəhmət eləsin, Hidayət Orucu, Hidayət müəllimlə biz dəfələrlə Gürcüstanda olmuşuq.
Ulu Öndərin tapşırığı ilə orada onlar Azərbaycanlıların problemləri ilə maraqlanırdıq. Orada o torpaq islahatları aparılmırdı. Biz onları Azərbaycanda aparılan torpaq islahatlarını nümunə göstərirdik. Yəni Gürcüstanda o zaman bir kriminal elementlər çox güclüydü. Yəni o həm də demək olar ki, hər məhəllənin bir necə ifadə eləyək, oğrubaşı deyirlər də, yəni avtoriteti var idi. Hər məhəllənin Tiflisdə. İndi təsəvvür edin, getmişik Azərbaycanlılarla görüşürük, şikayət edirlər ki, deyirlər bu bizim torpaqlarda heç vaxtı bu kənar başqa yerdən gələnlər maldarlıqla məşğul olunublar, kənd təsərrüfatı ilə məşğul olunublar. Bizim torpaqlarımızı alıblar, Qərbi Gürcüstandan gələn bir nəfərə, ona verirlər 4 laridən, bizə deyirlər ki, get ondan 12 laridən hektarını icarəyə götür. Onun bura aidiyyəti yoxdur. Yəni, belə problemlər çıxırdı. Mən də deyirdim ki, Azərbaycanda, məsələn, torpaq islahatı aparmışıq, mərkəzdə bilinmir ki, Balakən rayon hansı kəndində, hansı millət yaşayır və o kəndin torpaqları digər kəndin adamına verilə bilməz. Yəni, o kəndin subyektlərinə ancaq verilə bilər, proporsional qaydada. Yəni, bu baxımdan nümunəvi aqrar islahatlar aparıldı. Ulu Öndərin sonra bələdiyyə sisteminin ilk dəfə yerli 99-cu ilin dekabrında ilk seçkimiz keçirildi. Yəni, dövlət addım-addım quruldu. Ondan başqa digər bir məsələ, Azərbaycanı heç yerdə tanımırdılar. Mən çox xatırlayıram ki, Ulu Öndər bütün xarici görüşlərində əlində xəritə gəzirdi. Bu Azərbaycandır, bu da Azərbaycanın daxilində bu qırmızı ləkə, bu heç bir Ermənistana aid olmayan Qarabağ. Yəni heç sərhəd də deyil, onu ifadə eləmək istəyirdi. Və hesab edirəm ki, bugünkü Azərbaycanın nailiyyətləri, mən hesab edirəm deyəndə artıq tarixi bir faktdır ki, Heydər Əliyevin strateji düşüncə tərzi olmasaydı, cəmiyyət bütöv olmayacaqdı. Bunun ideoloji təməli ilk növbədə Azərbaycançılıq məfkurəsinin irəli sürülməsindən oldu. Əgər biz Heydər Əliyevin hakimiyyətə gələnə qədər dövrdə Azərbaycan cəmiyyətində o parçalanmaların, o xaotik proseslərin səbəblərindən baxsaq, onlardan əsası da o idi ki, Azərbaycanın hansı istiqamətdə inkişafı çox ciddi maraq doğururdu və düzgün istiqamət göstərən yox idi, lider yox idi. Bəziləri deyir ki, biz türk dilli xalqıq, biz Türkiyə istiqamətində sırf millətçi bir cəmiyyət qurmalıyıq. İdeologiyamız türkçülük olmalıdır. Bəziləri deyirdi ki, yox, biz İslam dininə etiqad edirik və cənubdan daha çox bu emisarlar gəlirdi, missionerlər gəlirdi. Biz İslam dövləti respublikası olmalıyıq və İslam parçaları yarandı bir neçə dənə və çox ciddi dağıdıcı proseslər. Və Azərbaycan daxilində, Azərbaycan multikultural dövlət olduğu üçün, etnik baxımdan müxtəlif millətlərin yaşadığı vətəni olduğu üçün digər etnik qruplar da buradan narazı qalırdı. Eyni zamanda həmin dövrün obyektiv tarixi gerçəkliklərin birisi odur ki, çox ciddi sosial problemlər vardı. 1 milyona yaxın qaçqın, köçkün, bunların Bakıda yerləşməsi və Respublikanın digər rayon şəhərlərinin səpələnməsi, bütün bunlar cəmiyyətdə o dağıdıcı proseslərini nə verirdi? Stimul verirdi. Bütün bunların kökündə ölkədən çıxıb gedənlər, onlar incik idilər bir çoxu, narazı idilər və Azərbaycanda yaşayan milliyyətindən, etnik mənsubiyyətindən asılı olmayaraq, dinindən hətta, irqindən asılı olmayan bütün insanları birləşdirən yeganə bu Azərbaycançılıq ideologiyası məhz Ulu Öndər tərəfindən irəli sürüldü. Bunun əsası qoyulmuşdu Naxçıvanda. Yəni, ideoloji təməli qoyulmuşdu. Dünya Azərbaycanlıların həmrəylik günü məhz ilk dəfə Naxçıvanda 31 dekabr elan olundu. Yəni, o zamana qədər 31 dekabr ancaq yeni il gəlişi ilə əgər müşahidə olunursa, 31 dekabr ondan sonra artıq bir ideoloji boşluğu doldurdu. Və Azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan bütün millətləri, etnik qrupları birləşdirdi. Yəni, Azərbaycançılıq ideologiyasının sonralar da 44 günlük müharibədə biz müsbət nəticələrini çox gördük. Bu baxımdan hesab edirəm ki... Nəsməm, əslində siz bax bu tarixi hadisələri bir-bir
yəni keçdikcə maddə demək lazımdır ki, bu da çox asan başa gəlmədi. Yəni hamı elə gəlməsin ki, elə Milli Qurtuluş günü ümummilli lider hakimiyyətə gələn kimi də hər şeydən qurtulduq. Bunun özü üçün böyük bir yol keçdi və siz o yola bir nəzər saldınız. Separatizmin kökünün kəsilməsi üçün neçə illər lazım oldu? Yəni bir günə yaranan o separatizm, bir günə yaranan silahlı dəstələri aradan çıxarmaq üçün, Azərbaycan dövlətini təmizləmək üçün nə qədər vaxt sərf olundu. Bütün bunları əlbəttə detalları ilə bir daha müzakirə edəcəyik. İndi reklam vaxtıdır. 21.000 manat səni evinə yaxınlaşdıracaq. Sadəcə bir addım at. Kristalın Biləcər yaşayış kompleksində 2 otaq studiya mənzillər 15% ilkin ödənişlə satışdadır. 21.000 manat ödəməklə avtovağzal və 20 yanvar stansiyalarına yaxın, geniş, yaşıllıq ərazidə mənzil sahibi ol. Ətraflı məlumat üçün Ulduz 1544-də zəng edə və ya Kristalın satış ofisinə yaxınlaşa bilərsən. Zamanını maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə ATV Plus kabel televiziyasına qoşulmaqla siz istənilən zövqə və yaş həddinə uyğun 136 seçilmiş xarici və yerli telekanalı izləyə bilərsiniz. Rəqəmsal yayımlanan əyləncə, idman, futbol, xəbər, uşaq və film telekanallarını seyr etməkdən həzz alacaqsınız. Bizə qoşulmaq üçün Bakı və Abşeronun istənilən nöqtəsindən 996 qısa nömrəsinə zəng edib sifariş verin və 24 saat ərzində şəbəkəyə qoşulun. ATV Plus, zamanın nəbzi. Pulu sadəcə yığmaq, bu artıq gəlir gətirmir. Əksinə, hər gün dəyər itirir. Daşınmaz əmlakı yatırım etmək üçün isə artıq milyon lazım deyil. Kristalla mənzilini kvadrat ala bilərsən. Aldığın hər kvadrat metr səni inflyasiyadan qoruyur. Bank faizi yox, borc yox. Bugün aldığın bir kvadrat sabahın ağıllı kapitalıdır. Əlindəki 10, 20, hətta 50 min manatı bugün mənzilə çevir. Bacardığın qədər yatır, daha çox qazan. Ətraflı Ulduz 1544. Hisense kondisioner kontaktda düz 450 manat endirimlə 549 manat 99 qəpiyə düşdü. Endirimli qiyməti 12 aya komissiyasız, faizsiz və ilkin ödənişsiz böl. Ayda 45 manat 83 qəpiyi ödəyərək əldə et. İyunun 12-sindən 15-nə kimi istədiyin məhsulu tam 70%-ədək endirimlə al. Ətraflı kontakt.az. Yeni Honor 600 serisi. Tamamilə yeni AI düyməsiyle yaradıcılıq sadəcə bir toxunuş qədər yaxındır. Honor 600 seriyası anı hərəkətə keçir. İndi isə hava proqnozuna keçid edin. Willkommen auf unserem Festival. Oh, Hirdalan Weißbierstei. Xırdalandan yenili, süzülməmiş buğdan övlü pivə Alman tərzində. Sehr gut. Azərbaycanda hazırlanıb. Xırdalan Weissbier Style Alman tərzində pivə. Təravətli saç dibləri. Saç boyu nəmlənmə. Elsef Gyalron Balans. Tərkibindəki salisil turşusu diblərdə yağlılığa qarşıdır. Gyalron turşusu isə saç boyunca nəmləndirir. Təravət və nəmləndirmə 72 saatadək. Elsef Gyalron Balans ilə. Yenilənmiş L'Oreal Paris LCV kəşf edin. 72 saat təravət, yeni dizayn. Sən məni itələdin, yıxdın bu quyuya. Allahın yolundan insanları uzaqlaşdırmağa çalışan hər bir varlıq şeytandır. Başqa insanlara olan münasibətimiz qəribə bir şəkildə həmişə Allahın üzərinə də köçürülür. Mələklər hamısı səcdə etdi, iblisdən başqa. Bəs nədir şər? Şəri necə açarsınız? Əslində xeyrin ziddi olan hər bir hərəkətə şər deyə bilərik. Bizə əmr olunan şeylər hamısı xeyirdir. Allahın əmrlərinə qarşı çıxmaq bunların hamısında şər deyə ifadə edə bilərik. Şəri xeyir vasitəsilə açmaq istəyirsiniz. Xeyir nədir bəs onda? İnsanın axirəti üçün faydalı olan hər bir əməl xeyirdir. Çox pis toxunub ona. Mənə icazə versən, onların hamısını yoldan çıxarasın. Amin. 17 iyun saat 22-də. Buraxılış imtahanları. Qəbul mərhələsi. İxtisas seçimi. Gələcəyini müəyyən edən ən vacib addımlar.
İmtahanlara necə hazırlaşmalı? Seçim zamanı nələrə diqqət etməli? Hansı peşələr gələcək vəd edir? Təhsil yolunda qərar vermək üçün doğru məlumat, doğru istiqamət, doğru seçim. Baku TV təqdim edir. Hansı ixtisas? Hər həftənin cümə günü saat 18-də. Davam edək müzakirəmizi. Vüqar müəllim, hadisələrin bir inkişaf xətti ilə bərabər, keçdiyimiz tarixi yolla bərabər, həm də bugünümüz var, bugünkü nailiyyətlərimiz var və əlbəttə ki, zəfərdən sonraki yeni yaranan reallıq var. Əslində, dünyada baş verən proseslər kifayət qədər mürəkkəbdir. İstər şimalımızda, istər cənubumuzda. İndi doğrudur, İran-ABŞ razılaşması var, amma hələ bu sülhün gəlişi demək deyil. Bütün bu kontekstdə bir stabil zona Azərbaycan yaranıb və təkcə stabil zona yox, həm də inkişafın yeni parametrləri müəyyənləşir. Bu önəmli məsələdir. Eyni zamanda elə qonşuluqda olan dövlətlər, bayaq bizim hörmətli Nəsib müəllim bir neçə dəfə adını çəkdi Şevarnadze ilə bağlı, mütləq qeyd etmək lazımdır ki, bəzən tarixi analogiya aparırlar Azərbaycanla Gürcüstan arasında keçdiyi məhz həmin yolu. Amma unutmaq lazımdır ki, Şevarnadze nə qədər kifayət qədər də güclü dövlət xadimi olsa da bir çox siyasi, iqtisadi məsələlərin öhdəsindən gələ bilmədi. Gürcüstan üçün lazım olanları edə bilmədi və tarix də bunu göstərdi. Müqayisə ilə biz əgər Azərbaycanla müqayisə eləməli olsaq, biz tamam fərqli mənzərəni görə biləcəyik. Heydər Əliyev həqiqətən də ümummilli lider olduğunu bir daha əməli ilə də sübut elədi. Eyni zamanda progressiv insan olduğunu, günün, zamanın çağırışlarını doğru dəyərləndirə bilən insan olduğunu öz fəaliyyətində göstərdi. Nəticə də, bax, sözün əsl mənasında göz önündədir və müqayisə üçün deyim ki, bugün əgər Gürcüstan yaratmaq istədiyi beynəlxalq aləmdə və yaxud da daxili siyasi, ən çox da beynəlxalq münasibətlər sistemindəki indiki formalaşdırmaq istədiyi mövqeyi Azərbaycan artıq 30 ildir formalaşdırıb və bunu stabil davam elətdirir. Biz balanslı, eyni zamanda bütün qonşularla yaxşı münasibətlər saxlamaq niyyətində. Amma bu səhvlər Gürcüstanda olduğu üçün də bir çox hallarda Gürcü xalqı bunun əziyyətini çəkdi. Azərbaycan xalqı ən azı bundan sığortalandı bu illər ərzində. Və üstəlik, nəinki bu, hətta iqtisadi yüksəlişlə bərabər Azərbaycan öz tarixi torpaqlarını, öz suverenliyini bərpa edə bildi. Bu da hər dövlətə, hər bir xalqa qismət olmayıb. Bugünkü gün müqayisədə eyni taleyi yaşayan dövlətləri götürsək və bu sualın da cavabını tapmaq olar. Qafqaz və ümumiyyətlə yeni dövrün Qafqazı necə olacaq? Bu kontekstdə nələri biz diktə eləyəcəyik və nələr formalaşacaq? Təşəkkür edirəm, hörmətli Elçin müəllim və doğrudan da Ulu öndərimiz Heydər Əliyevin qısaca olaraq demək diqqət yönəltmək istəyirəm. Hakimiyyətə gəlişi dövrü və hakimiyyətə xalqın təşkil tələbi ilə gəlişi dövrü və Azərbaycanda baxmayaraq biz müstəqillik haqqında aktı qəbul etmişdik. Müstəqillik haqqında demək 91-ci ildə müstəqillik elan olunmuşdu, amma müstəqilliyin varlığından söhbət gedə bilməzdi. Məhz burada qeyd olundu. Ulu öndərimiz Heydər Əliyev müstəqilliyin məhz atributlarının bir çox məqamda Naxçıvan Ali Məclisinin sədri olduğu dövrdə reallaşdırdı və deyildi, Azərbaycan Cumhuriyyətinin üçrəngli bizim bayrağımızın Naxçıvan Ali Məclisinin qərarı ilə yüksək qaldırılması və sonra Azərbaycan rəhbərliyinə bu bayrağın rəsmi dövlət statusu alması ilə bağlı məsələyə baxılması, yaxud burada deyildi torpaq islahatları ilə bağlı. Torpaq islahatları ilk dəfə Ali Məclisin sədri olan dövrdə olubdur və Culfa rayonunun Cal və Şuruc kəndlərində ilk torpaq islahatlarına start verilibdir və çox vacib məsələlərdən biridir və 31 dekabrla bağlı qeyd olundu. Həqiqətən də Azərbaycan tarixində, Azərbaycanlıların taleyində çox mühüm günlərdən biri kimi 31 dekabr məhz Naxçıvanda təsis olunubdur və digər məsələlər. Türkiyə-Azərbaycan münasibətlərinin və bu münasibətlərin inkişafında Ümid Körpüsünün açılışı və Süleyman Dəmirəlin ora gəlişi, mən çox gözəl bunları xatırlayıram və iştirakçı olmuşam o körpünün açılışının, bəli, çox böyük. Deməli, beynəlxalq əlaqələrin qurulması məhz Naxçıvan dönəmindən başlayıb və kifayət qədər mühüm qərarlar verilib. Bu gün zəfər bizim üçün, Azərbaycan üçün möhtəşəm bir simvoldur. Azərbaycanın tarixində
və bizim uzun illər həsrətində olduğumuz torpaqların işğaldan azad olunması və o torpaqlara yeni həyatın və yeni dönəmin qayıdışı və Azərbaycanın bütün ərazilərində suveren hüquqlarının bütün bərpa olunması, üstünləşli bayrağımızın bütün bölgələrimizdə dalğalanması bu çox qürurverici bir hadisədir. Bundan böyük tarix ola bilməz. Bundan möhtəşəm bizim həyatımızda an ola bilməz. Həqiqətən də qürurludur və bu günləri Qarabağımızda, Şərqi Zəngəzurumuzda, Azərbaycanın bütün bölgələri müasir şəkildə qurulmaqdadır. İqtisadi həyatımızda çox böyük uğurlu nailiyyətlər əldə olunmaqdadır və Azərbaycan dünyanın siyasi həyatında, siyasi proseslərində kifayət qədər mühüm rola malik olan ölkələrdən biridir. Regionun inkişafında, regionda lider ölkə olaraq, regionda mühüm layihələrin reallaşması, eyni zamanda dünyada mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın mövqeyi kifayət qədər böyükdür və bu baxımdan bu əlbəttə ki, aparılmış çox unikal siyasətin nəticəsidir və bu günləri Azərbaycan təkcə Bakı şəhəri deyil və regionlarımız həm siyasi və diplomatik mərkəz olaraq çox mühüm beynəlxalq tədbirlərə ev sahibliyi eləyir və bu sıradan məsələ deyil. Bu Azərbaycanın dünya siyasi proseslərinə, iqtisadi həyatında önəminin göstəricisi olmaqla yanaşı eyni zamanda dünya üçün çox mühüm töhfələr verən ölkə olduğunu açıq və aydın şəkildə ortaya qoymaqdadır. Ona görə də Azərbaycan bu günləri möhtərəm cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə və Heydər Əliyev siyasətinə söykənərək bu günləri dünya siyasi birliyində, iqtisadi həyatında reallaşan mühüm layihələrdə çox böyük rola malik olan ölkə olduğunu fəaliyyəti ilə təsdiq edibdir. Bugün Avropanın enerji təchizatında Azərbaycanın rolu danılmazdır. Hətta Azərbaycan bugün yaxın şərqdə Suriyanın enerji təminatında artıq belə deyək ki, rol almaqdadır və bu regional layihələrlə yanaşı dünyada sabitliyin qorunması, dünyada yeni belə deyək ki, trendlərin yaradılması və eyni zamanda dünyanın belə deyək ki, gələcək yaxşı mənada nizamın formalaşmasında mühüm töhfələr verən ölkə olduğunu demək olar ki, öz fəaliyyəti ilə, öz siyasi münasibətləri ilə ortaya qoymaqdadır. Azərbaycanla bağlı bu günləri dünya çox mürəkkəb bir dönəmdədir və dünyada kifayət qədər onlarla müharibə və münaqişə ocaqları olduğu bir dövrdə və Azərbaycan həm iqtisadi gücünə görə, həm siyasi nüfuzuna görə inkişaf edən ölkə olaraq həm də dünyada sabitliyin bərpa olunması yönümündə mühüm töhfələr verməklə, mühüm təşrifləri ilə diqqət mərkəzində olan ölkədir. Və bu baxımdan möhtərəm cənab prezidentimizin həyata keçirdiyi siyasət təkcə regional siyasət deyil, həm də dünya siyasi iqtisadi həyatının dönüşünə təsir göstərən böyük bir siyasətdir. Məsələn, Zəngəzur dəhlizi ilə bağlı çox mühüm Azərbaycan təşəbbüskar olduğu və eyni zamanda regional layihələrin bilavasitə reallaşmasında Azərbaycanın rolu danılmazdır. Qitələri birləşdirən mühüm layihələrin həyata keçirilməsində Azərbaycanın doğrudan da gücünü və iqtisadi potensialını ortaya qoyaraq bu reallığı həyata keçməsi və onun baş tutmasında mühüm rola malikdir. Əlbəttə ki, qurtuluşdan başlayan tarix bugün zəfər tarixini özündə ehtiva edən, dünyada və Azərbaycan dünyada artan rolunu özündə ehtiva edən kifayət qədər mühüm layihələrlə yadda qalır və mənim şübhəm yoxdur ki, bu günləri təməl prinsipli müəyyən olunan yeni layihələr gələcək üçün növbəti layihələrin həyata vəsiqə almasında hesab edirəm ki, mühüm rola və mühüm əhəmiyyətə malik olan işlərdir və doğrudan da Azərbaycan bugün vətəndaşlarının hər biri qürurla Azərbaycanlı olduğumuzu qeyd edirik və Müzəffər Ali Başkomandan möhtərəm cənab prezidentimiz Azərbaycanı, bu günləri regionlarımızı və bütövlükdə hər bir Azərbaycan vətəndaşının həyatının yaxşılaşması yönümündə kifayət qədər mühüm qərarlar verməkdədir. Azərbaycan sosial həyat vətəndaşlarının kifayət qədər dəyişməkdədir. Azərbaycanda iqtisadi həyatımız günü-gündən yeni bir istehsal sahələrinin, yeni layihələrin həyata keçirilməsi ilə, yeni infrastruktur layihələrin həyata keçirilməsi ilə yadda qalır və bu Azərbaycan dövlətinin gücünün, qüdrətinin göstəricisi və eyni zamanda Ulu öndərimiz Heydər Əliyev siyasətinin çox möhtəşəm təntənəsidir. Heydər Əliyev siyasəti tək bu gün üçün deyil və keçmiş üçün deyil, gələcəyin daha yüksək zirvələr fəth etməsində Azərbaycanın qüdrətli ölkəyə çevrilməsi yolunda ən böyük göstəricidir. Və bu, hər bir Azərbaycan vətəndaşının da borcu, müqəddəs onun vətəndaşlıq missiyası, bax bu Heydər Əliyev siyasətinə dəstək olmaq, Ulu öndərimiz həyata keçirdiyi o siyasətin yanında olmaq və bu günləri möhtərəm cənab prezidentimizin
bu siyasəti uğurla davam etdirməsi ilə Azərbaycanı dünyanın ən möhtəşəm dövlətlərindən birinə çevirməsində biz də vətəndaş olaraq öz mövqeyimizi ortaya qoymaq və möhtərəm cənab prezidentimizin həyata keçirdiyi işlərə dəstək olmaq və dünyanın ən yüksək, yaxşı inkişaf etmiş ölkələrindən biri olmaqda öz mövqeyimizi ifadə etməkdən ibarətdir. Təşəkkürlər Müqər müəllim. Musa müəllim, bir məsələ məni çox düşündürür hər zamanda, xüsusən də indiki dövrdə beynəlxalq hüququn artıq demək olar ki, işləmədiyi bir dönəmdə çox haqlı bir məsələ çıxır ki, dövlətlərin hərbi gücündən asılı olmayaraq, iqtisadi gücündən asılı olmayaraq, tarixindən asılı olmayaraq, yerləşdiyi coğrafi zonasından asılı olmayaraq yeni təhlükələr dönəmi başlayır. Bu xüsusən də rəqəmsal suverenlik anlayışında xüsusilə artıq reallığa çevrilibdir. Əlbəttə ki, təkcə bu da deyil, həm də elə İran, Rusiya, Ukrayna, İran, ABŞ və İsrail münaqişəsi dövründə biz bir çox mövcud olan dövlətçilik prinsiplərinin necə dəyişdiyini və yaxud da münasibətlərin necə dəyişdiyini gördük. Azərbaycan dövləti üçün artıq formalaşmış beynəlxalq münasibətlər sistemində də yeri gəlmişkən hətta bitərəf elan eləyən dövlət də bəzən özünü təhlükəsiz hiss eləmir indiki dönəmdə. Bunu zaman göstərir və həqiqətən də çünki beynəlxalq hüquq işləməyəndən sonra sən haddinə mən bitərəfəm, sənin bitərəfliyin kimə lazım olacaqdır. Əgər bu məsələ doğrudan da öz aktuallığını itirirsə, demək başqa yolu seçmək lazımdır. O mənada Azərbaycanın Türk Dövlətləri Təşkilatı kontekstində keçirdiyi bir yeni bir sistemin yaradılması, eyni zamanda Mərkəzi Asiya üzərindən bir layihələrin həyata keçirilməsi və əlbəttə ki, hansı risklər bizi gözləyir və bu risklərə biz necə hazırlaşmalıyıq? Sizin bu sualınız o qədər dərindir və çox geniş cavab tələb eləyir, amma icazə versəydiniz, mən hissə-hissə, parça-parça ona cavab verərdim. Buyurun. Tezis olaraq. Buyurun. Bayaq siz çox gözəl bir ifadə işlətdiniz. Dediniz ki, baş verən hadisəyə hərə fərqli qiymət verir. Tarixdə baş verən hadisə və prosesə qiymət verməyin bəlli meyarı var. Bütün dünyada qəbul olunur. O nədən ibarətdir? Konkret məkan və zaman daxilində millətin, dövlətin qarşısında dayanan vəzifələri yerinə yetirə bilməyən hakimiyyətin irsinə heç vaxt müraciət edilmir. 1991-93-cü illərdəki hakimiyyət Azərbaycan xalqının qarşısında dayanan vəzifələri yerinə yetirə bilmədiyi üçün millət bir daha həmin yola qayıtmayacaq və ona müraciət etməyəcək. Birinci məsələ budur. İkincisi, sizin söylədiyiniz Türk dövlətləri kiber təhlükəsizliyi ilə bağlı. Bunun təməlinə biz baxaq. Ulu Öndər Heydər Əliyev hakimiyyətə gələndən sonra bizim millətin inkişafının strategiyasını müəyyənləşdirdi və bu strategiya təkcə Azərbaycan xalqının maraqlarına deyil, bütövlükdə Türk dünyasının maraqlarına xidmət edirdi. Bir neçə misalı konkret söyləmək istəyirəm. Heydər Əliyev hakimiyyətə gəldi. Əsas hədəfi nədən ibarət idi? Torpaqları işğaldan azad etmək. Bişkek protokolu dediniz, onda mən iştirak etmişəm. O zaman parlamentdə çalışdığım üçün heyətin içərisində var idi. Hədəf nədən ibarət idi? Dövləti buna hazırlamaq. Hazırlamaqdan ötürü ordu lazımdır, dövlət qurulmalıdır. Ordu ayrı yoxdur, ayrı-ayrı silahlı dəstələrdir. Heydər Əliyev ordu qurmağa başlayır, dövləti qurur. Bunları etməkdən ötürü bəs maliyyə lazımdır. Ölkənin maliyyə sistemi bərbad haldadır. Heydər Əliyev bizim tariximizdə ilk dəfə olaraq Allahın bizə verdiyi nefti təbii sərvəti milli sərvətə çevirdi. Əsrin müqaviləsinin imzalanması ilə. Və bundan sonra sui-qəsdlər, dövlət xadimlərinin öldürülməsi, qiyam cəhdləri və başqaları. Heydər Əliyev hakimiyyətə gəldi və Azərbaycanı səriştəsiz idarəçilərdən qurtardı, xilas elədi. Dövləti xilas elədi, ölkəni separatçılıqla parçalanmaqdan xilas etdi və hədəfi müəyyənləşdirdi. O hədəfin Türk dünyasına gedən yolu nədən ibarətdir? Burada hörmətli tamaşaçılarımız da çox gözəl bilirlər. Bir anlıq təsəvvür eləyək.
o dövrdə təzyiqlər elənirdi müxtəlif tərəflərdən. Bunu hamı bilir. Xırdalıqlarına getmək istəmirəm. Təkcə şimal boru kəməri işləsəydi, bugün Azərbaycanın siyasi müstəqilliyinin vəziyyəti necə olardı? Şimalda gedən müharibə baxımından. Heydər Əliyev 97-ci ilin iyul-avqustunda Amerika Birləşmiş Ştatlarına səfər eləyib Bill Clintonla görüşəndə ona bir dənə söz deyir. Deyir ki, mənim üçün strategiya, siyasət, ticarətdən öndə gəlir. Mən tacir deyiləm. Boru kəməri Türkiyənin üzərindən keçməlidir. Bu nə deməkdir? Baxın, gəlirəm sizin dediyiniz türk dövlətlərinin üzərinə. 80-ci illərin sonu, 90-ın əvvəllərində soyuq müharibə başa çatıb, iki qütblü sistem dağılıb, tək qütblü sistemə keçilib və bəzilər deyirdi çox qütblü sistemə. Bir çoxları türk düşmənləri deyirdilər ki, Türkiyəyə NATO'nun cənub qanadında ehtiyac yoxdur. Bəli. Hətta bəziləri elə efirdən də söyləyirəm, deyirdilər ki, Türkiyə artıq ölüb. Boru kəmərini Türkiyə üzərindən keçirməklə Heydər Əliyev buna israr elədi. Özdə baxın, şirkətlər də bunun etiraz eləyirdilər. O vaxt indiki möhtərəm cənab prezidentimiz Dövlət Neft şirkətində vitse-prezident idi. Ulu Öndər Heydər Əliyev Amerikaya göndərdi, getdi o şirkətlərin rəhbərlərini yığdı, onun strateji mahiyyətini başa saldı. Və bugün Türkiyə dünyanın qeyrimisindən biridir. Türkiyədə bununla da terrorun kökünün kəsilməsində mühüm rol oynadı. Və başqa bir məsələ, sizin söylədiyiniz. 94-cü ildə, fevralda Türkiyə ilk rəsmi səfərində, Türkiyə Böyük Millət Məclisində çıxış edəndə Ulu Öndər Heydər Əliyev dedi ki, biz bir millət, iki dövlətik və müraciətlə dedi. Dedi ki, biz Türkiyənin qədrini, qiymətini bir çoxlarından yaxşı bilirik. Və o zaman bəziləri deyirdilər ki, bu Azərbaycanda o qədər neft yoxdur, bu boru kəmərini doldurmaq olmayacaq, nə etmək lazımdır? Heydər Əliyev Türk dünyasının geosiyasətini dəyişdi. Mərkəzi Asiyanın türk dövlətlərini Azərbaycan üzərindən Türkiyədən keçməklə dünyaya bağladı. Bu nə deməkdir? Bu təkcə iqtisadiyyat məsələsi deyildi. Bu eyni zamanda qardaş dövlətlərin, türk dövlətlərinin dövlət müstəqilliyinin qorunması deməkdir. Və siz bilirsiniz, Naxçıvan bəyannaməsi və Türk Dövlətləri Təşkilatı. Ulu Öndər Heydər Əliyev dedi, bir millət, iki dövlət. Möhtərəm cənab prezidentimiz İlham Əliyev and içmə mərasimində 2024-cü ildə dedi ki, bizim ailəmiz Türk dünyasıdır. Fikir verin, görün köklər hardan gəlir. Bu, eyni zamanda bir şəxsiyyətin zəkasının üstünlüyünü göstərir. Və cənab prezidentimiz nə söylədi? Söylədi ki, Türk Dövlətləri Təşkilatı dünyanın mərkəzlərindən birinə çevrilməlidir. Bayaq siz Zəngəzur məsələsini dediniz. 1921-ci ildə bizim siyasi leksikonumuzdan çıxarılmışdı. Onu leksikonumuza möhtərəm cənab prezidentimiz daxil etdi və o yol açılandan sonra Naxçıvan vasitəsilə bir çox ölkələr Türkiyə üzərindən Avropaya, Asiya ölkələri Avropaya, bir çox ölkələr də yenə Naxçıvan üzərindən Fars körfəzinə, Hind okeanına qədər gedib çıxacaqlar. Görün, bu bir geosiyasətin necə dəyişdirilməsidir, uzaq görünməyin nəticəsidir, bir millətin maraqlarına xidmət etməkdir. Bu nəyə gətirib çıxardır? Azərbaycanın və Türk dünyasının müstəqilliyinə. Sizin söylədiyiniz kiber təhlükəsizliyi ilə bağlı. Bilirsiniz, zamanı qabaqlayan... Üzr istəyirəm, kiber təhlükəsizlikdən daha çox rəqəmsal suverenlik anlayışında aktuallaşır. Çünki o təkcə təhlükəsizlik məsələsi deyil, sən demə. Zaman onu göstərdi. Tamamilə geniş bir anlam daşıyır. Fikir verin, məsələ nədən ibarətdir? Bir dövlətin və dövlətlər qrupunun milli təhlükəsizliyi etibarlı qorunmasa, müdafiəsi etibarlı olmasa, onun iqtisadiyyatı da, siyasəti də arxa plana keçəcək və dövlət zəifləyəcək. Türk Dövlətləri Təşkilatının inkişafından ötürü prinsipləri cənab prezidentimiz müəyyənləşdirdi. Nə dedi o? Dedi ki, Türk dövlətlərinin geniş
ərazisi var. Zəngin təbii sərvətləri var. Geniş inkişaf eləyən əhalisi var, demografik artım var, gənc nəsil var və çalışqan əhali var. Hətta bilirsiniz, bu yaxınlarda bir dövlət başçısı dedi ki, biz Özbəkistana bir baxın, görün nədir? Özbəkistanın əhalisi bir neçə ildən sonra Fransanın əhalisini ötüb keçəcək. Bu nə deməkdir? Bu, böyük dövlət adamları həmişə millətinin taleyini öncədən görərlər. Və təhlükəsizlik, müdafiə etibarlı təmin olunmasa, digər məsələlər arxa plana keçir. Bugün Türk Dövlətləri Təşkilatının Şuşa bəyannaməsinin bilirsiniz, imzalandığı gündür. O Azərbaycan Türkiyə coğrafiyası ilə məhdudlaşmır. Əksinə, təsir dairəsinə görə bütün Türk dünyasına yayılır və Türk dövlətləri ilə Azərbaycan arasında və digərləri arasında hərbi, müdafiə, təhlükəsizlik sahəsində işlər görülür. Ona görə biz, təbii ki, tarix baş verdiyi kimidir. Tarixdə, belə deyək, şərtlər olmaz, olsaydı, olmasaydı. Amma 1993-cü il 15 iyunda Ulu Öndər Heydər Əliyev hakimiyyətə gəlməsəydi, 15 iyun 2021-ci il Şuşa bəyannaməsi də olmayacaqdı. Dövlət suverenliyimizdə tam bərqərar olmayacaqdı və fikir verin, cənab prezidentimizə İstanbulda Türk dünyasının ən yüksək ordenin təltif elədilər. Nə üçün? Orada bir cümlə var. Türk dünyasına xidmətlərinə görə o qazanılan qələbə təkcə Azərbaycanın qələbəsi deyil. Müstəqil dövləti olan Türk xalqlarının və müstəqil dövləti olmayan Türk xalqlarının, topluluqlarının başını uca elədi. Ona görə bütün bunların hamısının təməlində dayanır 15 iyun. Deməli, buradan çıxartdığımız, bayaq siz yenə gözəl bir ifadə dediniz ki, biz tarixdən nəticə çıxardırıq ki, nə olmalıdır? Millətin qarşısına qoyulduğu hədəfləri yerinə yetirilən siyasət həmişə davam etdirilməlidir. O, Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu və möhtərəm cənab prezidentimizin davam etdirdiyi siyasətdir. Çünki o siyasət millətin arzularını gerçəkləşdirir. Və bundan sonraki inkişafımızın formulunu da yenə cənab prezidentimizin çıxışlarının birində nə dedi? Dedi, biz güclü dövlət olmalıyıq, güclü olmalıyıq, daim inkişaf eləməliyik, müasirləşməliyik. Dedi, bunlar hamısı bir yerdə və bir də vətən sevgisi. Bütün bunlar hamısı o təməldədir. Bunların da təməli qoyuldu 15 iyunda. Bizi inkişafa aparan bir dənə ana xətt var. Sabitlikdir, güclü dövlətdir, qüdrətli dövlət rəhbəridir və millətimizin dövlətin yanında olmasıdır. Bütün bunlar bizi 93-cü ildən bəri qələbəyə gətirib çıxartdı. Yoxsa biz qazanılan qələbə özdə bilirsiniz, təkcə işğalçı ölkə üzərində qazanılan qələbə deyil. Xaricdəki onların dairələri, onların müdafiə edənlər üzərində qazanılan qələbədir. Biz, bəzən mən söyləyirəm, ən yaxşı vasitə nə ola bilər? Bayaq çox hörmətli qardaşımız Nəsib müəllim söylədi. Çox dəyərli bir fikir söylədi ki, bəzən gənclər onu bilmirlər ki, nətərdir, necə oldu bu, gəldi bu vəziyyətə çıxdı. Bəzən ən yaxşı vasitə nədir? Həmin dövrlərin, həmin illərin kadrlarını verməkdir. İnsanlar həm xaosu, anarxiyanı görsünlər, həm də dövlət necə quruldu, nə ilə quruldu? Məsələn, sizə bir misal deyim, Ulu Öndər Gəncəyə gedəndə, qiyamın baş verdiyi yerə, deputatlar dedilər ki, biz sizlə getmək istəyirik. Ulu Öndər nə dedi? Dedi ki, gedirdinizsə mənə qədər gedirdiniz, ya da məndən sonra gedərsiniz, mən jurnalistlərlə gedirəm, dövlət adamı qorxmamalıdır. Yəni, bu nə deməkdir? Onunla niyə getmək istəyirlər Musa? Mən o məntiqi hələ də başa düşə bilmirəm. Yəni, bu... Ona qədər doğrudan getmək istəyən gedərdi, əgər istəyirsə. Yəni, bu nəyi? Dövlətçilik təfəkkürü olmayan şəxsləri heç bir zaman dövlət hakimiyyətinə buraxmaq, yaxın buraxmaq olmaz. İdarəçiliyi onlara vermək olmaz. Biz 15 iyunda sonra
Heydər Əliyev göstərdi ki, Azərbaycanda hakimiyyətə gəlməyin yolu küçədən deyildir, seçkilərdir və millətin inkişafının təməlində güclü dövlət dayanır, təbii sabitlik dayanır. Özdə təbii sabitlik nə zaman bərqərar olur? Millət görür ki, hakimiyyət onun istədiyi siyasəti yürüdür, onun arzularını həyata keçirir. 88-ci ildən bəri və əslində bir neçə yüz illər bəri millətimizin arzusunu kim həyata keçirdi? Möhtərəm cənab prezidentimiz, Müzəffər Ali Başkomandanımız İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti və millətimiz. Deməli, milləti qələbələrə aparan bu siyasətin davamlı olması milli və dövlət maraqlarımıza tamamilə cavab verir. Bax, 15 iyundan bizim çıxartdığımız başlıca nəticə bundan ibarətdir. Mən bir məqamı istəyirəm, bax, Nəsib müəllim ciddi məsələyə toxundu ki, indiki nəsillə bağlı. İndi Vüqar müəllim də pedaqoji fəaliyyətlə məşğuldur, Jalə xanım da məşğul olubdur və çox yaxşı bilir auditoriyanın da, tələbənin də, gənclərlə iş prinsipində. Amma belə bir, həqiqətən də indi Musa müəllim dedi ki, biz bunlar, bu kadrları göstərməklə əslində bu tarixi yaşadırıq. Amma zaman göstərir ki, bu kadrlarla, yəni təkcə bu deyil. Bilirsiniz, bax, indiki uşaqlara, yəni bu artıq hamımızın əzbər bildiyimiz sözdür, indiki uşaqlar. Alfa nəslinə biz Bakının ortasında tanklar və BTR-lər olubdur və yaxud da kütlə gəlib hakimiyyətə ələ almaq olubdur. Bunları danışsaq, biz doğrudan da qeyri-adi baxarlar. Çünki alfa nəsli küçədə bir dənə təcili yardım görəndə də artıq təəccüblənir. Çünki Bakı elə bir sakit, stabil bir şəhərdir ki, təkcə Bakı yox, ümumiyyətlə Azərbaycanın hər bölgəsi. Orada bir sadəcə olaraq hətta adi elementar bir şey deyim, əskər maşınları ənənəvi olaraq dislokasiya olunur, indi hərbi hissədir, bir yerdən başqa yerə gedir. Bu adi hərbi həyatın rutinidir. Amma bunun özünü görəndə belə görürük sosial mediada, hərbiçilər hara getdi, nə baş verdi. Amma unutmayaq ki, 92-ci ildə Bakının mərkəzində BTR və tanklar işləyirdi və yaxud da BTR-lə hakimiyyətə gəlirdilər. Nə bilim, bir küçədən o bir küçəyə hücuma keçirdilər və bütün bunları danışanda elə biləcəklər ki, həqiqətən də, yəni bu xronika olmasa, biz nağıl danışırıq. Günün orta çağı, Bakı küçələrinə çıxmaq olmurdu. Amma indi gecənin istənilən saatında Azərbaycanın bu başından o bu başına get, Bakı şəhərində. Mən bu misalı bir dəfə hörmətli Nəsib müəllimin elə iştirakı ilə çəkdim ki, öz şahidi olduğum hadisə Nəsimi rayonunda, Nəsim orada işləyibdi. Uşaqlar üçün olan parkda hansı hadisənin şahidi oldu? Yəni günün günorta çağı, yəni baş verən hadisələr. Amma indiki uşaqlara bütün bunları danırsaq, həqiqətən deyəcək də siz nağıl danışırsınız. Əgər bu xronika əlimizdə olmasa, həqiqətən mən bunu ciddi deyirəm. İndinin özündə belə bəzən uşaqlarla danışanda deyirsin, çörək növbəsi var idi, belə baxlar. Niyə növbəyə dururdunuz ki? İzah eləmək olmur, niyə? Yox, icazə verin bir şey deyim. Burada çox vacib bir məsələdir. Bayaq deyildi ki, iqtisadiyyat nə məsələ. Bu arxiv sənədlərində var. Mən onu kitabımda, parlamentarizm tarixi kitabında da yazmışam. Azərbaycan parlamentinin iclasında əhalinin çörəklə təminatı barədə nazir çıxış eləyir. Allah rəhmət eləsin, adını çəkmir. Onun stenoqramı var. Deyir ki, çörək taxılımız yoxdur. Biz çörəyin keyfiyyətinə artıq fikir vermirik. Çalışırıq ki, çörəyin tərkibi nə olur olsun, bircə piştaxtalarda insanlar çörək görsünlər. Baxın, bu çörək növbələri idi. Özdə bu rəsmi stenoqramda yazılmış məsələlərdir. Yəni, görün biz hardan hara gəldik, nədən ötürü bunu söyləyirəm, eyni zamanda biz bunun qədrini bilməliyik. Yəni, ona görə deyirəm. Onu müqayisə eləyəndə, indi deyək ki, çörəkləri çörəyi küçəyə atılanda görəndə adamın ürəyi ağrıyır ki, görün nədən, nərələrdən, haralardan biz haralara gəlmişik. Yəni, əldə olunanlar nə qədər çətinliklə olub, zəhmətlə olub. Onun qədrini biz bilməliyik. Onu da bizə bu gətirib çıxardan Ulu Öndər Heydər Əliyevin siyasətidir və dövlətimizin güclü olmasıdır. Ona görə biz dövlətimizin qədrini bilməliyik. Amma indi bir məqam var. Bax, biz indi bunları deyirik, qədrini bilmək. Bu da təbii lazımdır. Amma birinci bunun özünün gerçək olduğunu göstərmək üçün müasir dil var. Yəni, müasir ifadə vasitələri var. Mən elə belə soruşmadım ki, biz rəqəmsal suverenlik məsələsində necə eləməliyik? Burada həm də tariximizi yaşatmalıyıq. Və rəqəmsal suverenliyin alətlərindən biri də odur ki,
özünü müdafiə edəndə ideoloji savaş gedir, dörd tərəfdən gedir. Bayaq Nəsməm dedi, etnik məsələdən tutmuş, o dövrdə əgər coğrafiyada bunu eləyirdilər, indi virtual aləmdə eləyir. Yəni, nə demək istəyirsiniz? Buyurun Nəsməm. Bir çox hallarda... Vüqar müəllim bizdən sağollaşmaq istəyir tədbir çərçivəsində Şuşada. Sizə uğurlar arzulayır o tədbirlərdə. Bayramınız bir daha mübarək olsun. Bismillah. Bu bizim bir növ bu tarixi prosesləri yenidən gündəmə gətirməyimiz, yenidən təhlil etməyimiz son dərəcə vacib bir məsələdir. Həmin o inanmayan insanlara bir dənə sadəcə məsləhət görmək lazımdır ki, baxırsınız, Rusiya-Ukrayna cəbhəsində hansı proseslər baş verir? Artıq 5-ci ildir, 100 minlərlə insan həlak olur. Və zaman-zaman qonşu ölkənin federal kanallarından Azərbaycana qarşı, Qazaxstana qarşı, digər ölkələrə qarşı hansı təhdidlər gəlir? Açıq şəkildə dünən də hətta Dumanın sədr müavininin Qazaxstana biz Ukraynada mütləq nəticə əldə etməliyik ki, sabah Qazaxstanda bu məsələləri həll etmək üçün. Bunu göstərmək lazımdır ki, baxın hansı təhdidlər gəlir. Cənubdan, cənub qonşumuzdan zaman-zaman 5 dənə raket atacağıq, 10 dənə raket atacağıq Bakıya belə. Yəni, daha mən Ermənistanda o revanşist qüvvələri demirəm. Bunları misal gətirmək lazımdır ki, bugünkü sabitlik təsadüfən baş verməyibdir. Çox yüngül başa gəlməyib, rahatlıqla başa gəlməyibdir. Bundan ötürü uzun illər strategiya qurulubdur. Azərbaycanın ətrafında təhlükəsizlik kəməri formalaşdırılıbdır. Beynəlxalq təhlükəsizlik kəməri formalaşdırılıbdır. Burada izah eləmək lazımdır ki, Qarabağ müharibəsi dövründə Pakistan hansı rol oynayıbdır, Türkiyə hansı rol oynayıbdır, digər dostlarımız hansı rol oynayıbdır. Hətta kollektiv təhlükəsizlik müqaviləsi təşkilatı çərçivəsində bizim iştirak eləmədiyimiz blokda belə bizim müttəfiqlərimiz necə yaranıbdır. Yəni, bu kimsə fikirləşərsə 21-ci əsrdə bu şeylər mümkün deyil. Baxmaq lazımdır Suriyaya, baxmaq lazım İraqa, Əfqanistana, Livana, digər bölgələrə, Ukraynaya bayaq sadaladım. Yəni, təhlükəsizlik problemi hər bir ölkənin bir nömrəli məsələsidir. Bütün iqtisadi, sosial, digər məsələlər ondan sonra gəlir. Əlbəttə. Əgər biz bu dövləti qorumasaq, bu dövləti bütövlüyünü təmin etməsək, əgər daxildə milli birliyi qoruyub saxlamasaq, ictimai-siyasi sabitliyi qoruyub saxlamasaq, kifayət qədər xarici qüvvə tapılacaq ki, bizim birliyimizi pozsun, Azərbaycanda söz sahibi olsun və Azərbaycan da təbii ki, tarixən bir çox geosiyasi qüvvələrin, güclərin maraq dairəsində olmuş bir bölgədir. Bugün də həmin proseslər gedir. Bu Zəngəzur dəhlizi məsələsində də hər şey göz qabağındadır. Ona görə təhlükə hər zaman var. Xarici təhlükə hər zaman var. Daxildən bizi parçalamaq istəyən qüvvələr var. Ona görə o gənc nəsə biz bu faktlardan, baxın, çox açıq şəkildə əvvəllər indi haradasa pərdə arxası hədə qorxu gəlirdilərsə, indi açıq şəkildə deyirlər. Niyə mənim xalqımın taleyinlə, milyonlarla insanın taleyinlə mənim xalqıma aid olmayan başqa bir, hansısa bir yaramaz məmur qərar verməlidir. Biz bu kontekstdən insan çıxış edərək gəncləri başa salmalıyıq. Bax, elə mən necə başa salmağın yolunu soruşmaq istəyirdim Jalə xanımdan. O sadə bir misal var. Deyir ki, bir nəfərə izah elə də kimya ilə fizikanın fərqi nədir? Yəni, çox sadə olsun. Sadəcə olaraq bir kağızı yandırırsansa kimyadır, cırırsansa fizikadır. Yəni, bax, bu sadə dillə bütün bu gerçəkliyi çatdırmaq sosial media üzərindən artıq daha rahatdır. Nəyi etməliyik, etmirik? Buyurun. Çox maraqlı bir məqama yönəldirik verilişimizdə. Əslində, verilişin bugünkü mövzusu birbaşa 15 iyun qurtuluşumuzdur. Eyni zamanda deyərdim ki, Şuşa bəyannaməsinin il dönümüdür. Amma biz əlbəttə ki, bizi bugünə gətirib çıxardan məqamları veriliş boyu təhlil etdik, təhlil etməyə çalışdıq. Eyni zamanda düşünürəm ki, hər birimizə
mən biraz əvvəl də çıxışımın başında da söylədim. Hər birimizin canlı şahidimiz olduğumuz bu günləri bir daha sanki xatırlatdıq, yaşatdıq və bunlar hər biri bizim artıq qan yaddaşımızdır, gen yaddaşımızdır. Biz yəqin ki, nə qədər varıq, biz bu günlərin heç birini əlbəttə ki, heç bir zaman unutmayacağıq. Həmin günlərin dəhşətini də, vəhşətini də, xaosunu da, təhlükəsini də, güllə baran altında evladlarımızı, deyək ki, məktəbə, bağçaya apardığımız günləri də, şəhərdə bugün çıxacaq və sağ-salamat geri qayıda biləcəyikmi dilemması qarşısında qaldığımız dəqiqələri də, əlbəttə ki, bunların heç biri unudulası məqamlar deyil. Amma söylədiyiniz kimi, nə etməliyik ki, bu günləri böyüməkdə olan nəslə, gənclərə unutturmayaq, uşaqlarımıza unutturmayaq. Axı onlar bu günləri görməyiblər, nə gözəl ki, görməyiblər. 33 il bundan əvvəl, 35 il, 40 il bundan əvvəl yaşananları görməyiblər. Bugün ancaq deyək ki, ən yaxşı halda tədris edilən tarix kitablarında deyək ki, oxuya bilirlər, müəllimlərin dilindən eşidə bilirlər və söylədiyiniz kimi televiziya ekranlarından görə bilərlər, mətbuatdan görə bilərlər, amma bütün bunlar kifayətdirmi? Birinci növbədə düşünürəm ki, bizim evladlarımız, bizim böyüməkdə olan nəslimiz hər birimizin genini və qanını daşıyırlar. Və bu doğrultuda yanaşsaq əgər, əlbəttə ki, bu gen yaddaşı, bu qan yaddaşı onlara həmin günləri unutturmamalıdır əslində. Bu günləri nə qədər xoşbəxt olsa, nə qədər firavan olsa da, nə qədər həmin günlərə, bax söylədiyiniz kimi, bəlkə qəribə yanaşsalar da, axı necə ola bilər ki, mənim valideynim səhər saat 6-da çörək növbəsində gedib dayanıb. Axı necə ola bilər ki, şəhərin mərkəzində tanklar şütüyüb sağdan sola. Necə ola bilər ki, vətəndaş sağ-salamat evindən çıxıb, amma gecə axşam evinə qayıda bilməyib, həmin tankların altında qalıb. Necə ola bilər ki, meydanlar səhərdən axşama qədər insan axınına məruz qalıb, şüarlarla deyək ki, idarə olunub və s. və ilaxır. Bütün bunları indi yenidən mən sadalamaq istəmirəm. Çox dəyərli həmkarlarım hər biri söylədilər və zaten çox milyonlu insanımıza da bütün bunlar bəllidir. Nəyə görə dedim ki, çox maraqlı bir məqama toxunduq. Bu günlərdə bilirik ki, hər birimizə məlumdur, elə sizin bundan bir öncəki verilişinizdə də mən də iştirak edirdim. Uşaqlarımızın böyüməkdə olan nəslin, deyək ki, internet məkanından asıllığının qarşısını almağı və onların yanlış informasiyalardan qorumağın yollarını axtarırdıq elə bir neçə gün əvvəl sizin verilişinizdə. Bəli. Və bugün də yenə sual qarşısındayıq. Necə edək ki, bizim evladlarımız həmin günləri unutmasınlar. Bir daha deyirəm ki, düşünürəm ki, qanında, canında Azərbaycanlı qanı olan hər bir insan, həm də uşağımız bu günləri əslində unutmayacaqdır. Amma eyni zamanda biz yəqin ki, maarifləndirməni, tədrisi daha da gücləndirməliyik. Bugün həmin uşaqlarımız əllərindəki bir parça telefondan asılıdırlar, deyilmi? Bəli. Və bu telefon vasitəsilə onlara yenə də digər mövzuya mən gəlirəm, toxunuram, belə sanki çulğalaşır haradasa bu iki məsələ və onlara lazımsız informasiyalar daha çox ötürülür, deyək ki. Onların gələcəyini təhlükə altında qoyan, onları haradasa belə demək mümkünsə manqurtlaşdıran informasiyalar ötürülür. Gəlin belə edək ki, bu çox ciddi təhlükədir. Çox ciddi təhlükədir və müzakirə edildi, Milli Məclisdə də müzakirə edildi. İndi baxın, üzr istəyirəm, bir məqama mütləq aydınlıq gətirim mən. Mən çox narahat deyil neçə müddətdir. Sosial media üzərindən Azərbaycanda yenidən separatizmə meyilli yoxdur, amma sosial media üzərindən belə şeylər yayılır. Bəli. Hələ üstəlik, müxtəlif separatçı əraziləri əhatə edən və yaxud hərəkətləri əhatə edənlərin bayraqlarının satışa çıxarılması. Doğrudur, Çin üzərindən satışa çıxarılır. Amma nə fərq var, oradan onu alıb gətirmək nədir? Və ümumiyyətlə onun görünməsi. Yəni, bizim əks argumentimiz olmalı. Biz demirik ki, hamıya qarşı bu sosial media ilə deyil ki, bunu getdin, misal üçün dövrdə terrorçu dəstədirsə və yaxud da hansısa bir separatçı dəstədirsə, onu müəyyən cəzalandırmaq yolu asandır. Amma sosial media üzərində bu çox mümkünsüz sayılır. Demək, biz mədəni immunitetimizi formalaşmalıyıq. Yəni, müdafiəmiz formalaşmalıdır. Bax, misal üçün, siz yaradıcı adamsınız həm də.
Yəni içinizdə bir yaradıcılıq var. Bu ocaqda, bu ailədə olubdur, bu nə var. Yəni bir-iki dəqiqə vaxt tələb eləyəcək ki, öz başınıza gələn, misal üçün 93-cü ildəki hadisəni qısaca süni intellektdə deyirsən və onu vizuallaşdırır və bunu paylaşırsınız. Çox gözəl. İnanırsınız bunun nə qədər effekti var. Çünki canlı şahidin gördüyünü çox haqlısınız. Musa nə qədər də gözəl tarix kitabları yazsa da, özü gördüyünü yazmağı ilə başqadır. Yəni xatirələrini o bir gün oturub yazsa, mən bu sözümü pis qəbul edirəm, amma dəfələrlə daha çox oxunacaqdır. Çünki həqiqətən də elə olur. Bizim bir çox məşhur hətta elm adamlarının xatirələri onların öz elm əsərlərindən daha populyar olubdur. Çünki o öz gördüyünü yazıbdır. Doğrudur. Təbii ki, tarixin əhəmiyyəti var, amma elmi kontekst, amma kütləviləşməsi baxımından. Tamam, bunu biz etmirik. Jalə xanım, təkcə mən də sizə, mən irad kimi demədim bunu, amma hər birimiz eləyə bilərik də. Təbii. Bu qədər sadələşib bu alətlər. Məndən keçdi özgəsinə dəydi prinsipi ilə yox. Hər birimiz yaradıcı yanaşaraq, hər birimiz vətənpərvərliklə yanaşaraq. Vətəni sevmək sadəcə ura patriotizm deyil, mənim düşüncəmdə. Vətəni sevmək sadəcə vətən mən səni sevirəm ifadəsindən ibarət deyil. Vətən evimizdən, elə evimizin içindən, evimizin kəndarından qapını bağlayıb küçəyə çıxdığımız andan etibarən başlayır və hər birimiz də sağlam vətəndaşların böyüməsindən belə deyim ki, məsulluq. Və ötən həftə Milli Məclisdə bu məsələlər çox geniş müzakirə edildi. 3 komitənin ortaq iclasında çox geniş müzakirə edildi. Bax, həmin bu informasiyalardan necə qoruyaq və onun qarşısında alternativ olaraq sağlam informasiya, gələcəyimizin təməli olan uşaqların beyninin formalaşmasında, uşaq beyni nədir? Bir lakmus kağızıdır. Nə şəkildə etməliyik ki, hazır deyək ki, məhsul onları məhv etməsin, məqsədli məhsul onları məhv etməsin. Bunun qarşılığında vətən ideologiyası, vətən məfhumu, Azərbaycan məfhumu, Azərbaycançılıq məfhumu, ailəyə, ənənələrə bağlılıq, dövlət məfhumu, bütün bunlar çox əhəmiyyətlidir. Bax, elə himnimizin oxunması, çox icazə verirsə bir kəlmə. Himnimizin oxunması, biz bugünə qədər hələ də deyək ki, himnimizi səsləndirərkən auditoriyanın o himni oxumasına hələ də nail ola bilməmişik. Himn Azərbaycanın, belə deyim ki, dövlət atributudur. Bu da bizim bir əhəmiyyətli bir məqamımızdır və bu himn ətrafında biz dövlətimizi deyək ki, qurmuşuq, yaratmışıq. Və yaxud bayraq, və yaxud... Elə mən də o mövzulara gələcəkdim, Jalə xanım. Bax, iki faktı demək istəyirəm. Və burada da biz, niyə mən bədii əsərin tərəfdarıyam? Azərbaycanın dövlət himninin bərpası məsələsi gələndə hələ 90-cı illərin lap əvvəlləri idi və real bir meydanda səsləndirildi ilk dəfə, hətta 89-da səfərimizə səsləndirildi. Onda bizim köməyimizə təxminən 60-cı illərdə çəkilmiş Türkiyədə bir bədii film gəldi. Orada Azərbaycan legionerləri Azərbaycanın himnini oxuyurlar və bu qalmışdı. Kimsə bunu bilmişdi, yazmışdı və bu lentləşdirilmişdi. Ondan istifadə eləmişdilər. Azərbaycan bayrağının rənginin bərpası məsələsində ki, dəqiqlik olsun. Bilirsiniz ki, ondan da bağlı müxtəlif versiyalar var idi. Yaxşı ki, Ulduzlar Sönmür bədii filmini bizim böyük rejissorumuz Əjdər İbrahimov çəkmişdi bunu. Əjdər İbrahimov çəkmişdi. Bəli, onun o filmi və orada üç rəngli bayrağın görünməsi imkan verdi ki, bir model olsun əlimizdə. Mən bunu niyə dedim? İndi artıq Azərbaycan dövlətçiliyi o qədər dəqiqdir ki, bizim dövlət bayrağı meydanı da var, muzeyi də var, hətta bayrağın asılma qaydası, rənglərin nömrəsi, hər şey öz əksini tapıb. Amma bax, elə biz indi arxivə baxırıq, ümummilli lider səhv eləmirəmsə, konstitusiya ilə bağlı səs verməyə gedir 95-ci il. Onun arxasına bayraq səhv asılıbdır. Çünki hətta o vaxt dövlət qurumları da belə bayrağın rənginə fikir vermirdilərmi, bilmirdilərmi, mən deyə bilmərəm. İndi əlbəttə zaman keçir və biz indi onun süni intellekt yolu ilə əlbəttə düzəltməliyik. Olmasın o görüntü. Bu, çünki sabah bizim üçün başqa bir fakt kimi istifadə oluna bilər və edirlər də. Musa mənim artıq bilir mən nəyə ehtiva edirəm. Amma indi artıq bu yoxdur. Amma görürsünüz bir tarixdə bir görüntü qalıb. Sabah bu görüntü qalsa, kimsə bunu başqa cür istiqamətləndirəcəkdir və buna bilirsiniz, siyasi don geyindirmək üçün həvəsli olan adamlar var. Bu mənada bədii filmin, serialın, indi isə artıq, bax bu qısa videolar deyək, uzunsov videolar da deyirlər buna. Bunların o qədər qısa videoların əhəmiyyəti var ki, inanılmaz dərəcədə. Və bu mənada mənə gəlir ki, siz çox öndə olmalısınız. Tariximizin çox əhəmiyyətli məqamlarının, bax elə bugünkü verilişimizin mövzusu olan məqamlarının söylədiyiniz kimi canlandırılması. Amma qısa,
lakanik olaraq. Bugün çünki dəyişən dünya düzənində, bugün dəyişən dünya şərtlərində, bugünkü dəyişən texnika, texnologiyalar əslində heç kimin və bizim gənclərimizin də, uşaqlarımızın da deyək ki, uzun-uzadı hansısa bir verilişə, hansısa bir proqrama, hansısa bir filmə baxmaq həvəsləri yoxdur. Təbii ki, özlərinə faydalı olanlarından başqa dırnaq arası gəlin belə deyək. Amma bizim də məqsədimiz nə olmalıdır? Bizim də vəzifəmiz nədən ibarət olmalıdır? Deyək ki, dövlət olaraq, deyək ki, siyasət adamları olaraq, ictimai xadimlər olaraq, ziyalılar olaraq, müəllimlər olaraq bizim də vəzifəmiz bundan ibarət olmalıdır ki, böyüməkdə olan nəslimizə onların qəbul edə biləcəyi, belə deyək ki, kapasitədə, həcmdə informasiyanı ötürə bilək. Belə deyib ki, effektli bir şəkildə ötürə bilək və burada da artıq yaradıcılıq ortaya girir təbii ki. Bəli. Burada da peşəkarlıq ortaya girir və burada artıq söz incəsənətindir, mədəniyyətindir, ədəbiyyatındır düşünürük. Bəli. Eyni zamanda da elmindir. Yəni elmi əsaslarla, təbii ki, elmi əsaslarla biz bu nümunələri, bu məhsulu yaradıb böyüməkdə olan nəslin ixtiyarına verməliyik və onları yönətməyi bacarmalıyıq. Buna baxsınlar, bunu görsünlər. Baxın, indi bir nümunə deyəcəm. Mən burada otura-otura, bəlkə də ekranda göründü. Mən kiçik bir mesaj yazdım, evə mesaj yazdım. Evə mesaj yazdım, dedim ki, uşaqlara 30 durun televiziyanın qabağında biz tariximizlə bağlı bir verilişdə çıxış edirik, qoyun dinləsinlər. Qoyun görsünlər nələr olduğunu. Siz bunu mənə sual vermədən əvvəl mən artıq bunu evə bu mesajımı göndərmişdim. Düşünürəm ki, bu elə çox milyonlu hər bir vətəndaşımıza da aid bir mesajdır düşünürəm. Çünki biz bəzən indi otururuq müəyyən bir dövrdə danışanda özümüzü qınırıq ki, biz unutqanıq və s. Unutqan olmamaq üçün vaxtında tədbirli olmaq lazımdır. Bu mənada haqlısınız. İndiki nəsildə qulaq asacaq, qulaq asmayacaq. Bu başqa bir məsələdir. Amma Mirzə Cəlil nə deyirdi 1906-cı ildə birinci nömrədə? Səni dinləmək istəmir. İndi bizi dinləmək istəməyənlərə də sözümüzü deyək və dinləmək istəməyənlərin də dilində danışmağı bacaraq. Əslində Nəsib müəllimin o dediyi məsələ ki, indiki nəsil və ümumiyyətlə təkcə indiki nəsil deməyib, biz hələ bilmirik bundan sonra gələn nəslin hansı tələbləri olacaq. Artıq alfa nəsli kifayət qədər yaşa çatıb, biz beta nəsli necə düşünəcək bilmirik. Çünki tamamilə hər şey dəyişir və düşüncə tərzi, təfəkkür, amma bir dövlət və onun sərhədləri artıq coğrafiya deyil, bir quru deyil, su deyil ki, onu gəmini alasan, əskərini alasan, müdafiə edəsən. Bu buludlar da deyil hətta. Bilmirəm, indi bunu necə adlandıraq, gözə görünməyən bir məkandır söhbət, informasiya dövlətindən gedir. Buyurun Süleyman. Bilirsiniz, bu məsələyə mən toxunmaq istəyirdim, çox gözəl oldu, siz gəldiniz. Buyurun Müslüman. Hamı bilir, hər bir ölkənin quru ərazisi var, su sahəsi və ya su ərazisi var, bir də hava məkanı var, bir də dövlətin informasiya məkanı var. Bəli. Necə biz öz quru ərazimizə yadların icazəsiz daxil olmasına icazə vermirik, hava məkanımıza da, suya da, deməli informasiya məkanımıza da belə olmalıdır. Və bu işdə getdikcə təkmilləşdirilir. Bəli. Bayaq sizin dediyiniz məsələlərin həllinin bir neçə dənə yolu var. Onun biri nədən ibarətdir? Bugün, məsələn, sizin Baku TV lisenziya ilə mi yayınlanır, yoxsa yox? Təbiidir ki, dövlətimizin qanunları ilə. Belədir də. Bəli. Bizim dövlətin qanunu ilə yayımlanır, lisenziyası var. İnternet televiziyaları, digər yayımlar, bunlar dövlətin qanunları əsasında ölkənin informasiya məkanı onunla tənzimlənməlidir və buna da dünyanın bir çox ölkələrində də bunun praktikası vardır. Yəni, indiki dövrdə informasiyaya nəzarət edə bilməyən ölkə, onu tənzimləməyən ölkə çoxlu boşluqlara yol verir və o da sonra milli təhlükəsizliyə təhdid yaradır. Bu baxımdan mütləq bizdə dövlət güclü olmalıdır. Çünki bəzən deyirlər qloballaşma, dövlət güclü olmalıdır. Bizim milləti irəli aparan dövlətimizdir, bu milli dövlətimizdir. Milli dövlət, bu söhbət Azərbaycan Respublikası vətəndaşlarının hamısının dövlətindən gedir. Baxın,
Vətən müharibəsində, 44 günlük müharibədə həmişə mən deyirəm, Qusardan Astarıya, Naxçıvandan Tovuza, Ağstafiya qədər bütün hamı tək bayrağın, tək dövlətin altında tək millət olaraq getdi, torpağını azad elədi Ali Başkomandanımızın dəmir yumruğu altında. 44 gündə misli görünməmiş bir birləşik, bütövlük. Bunun təməlini 15 iyun 1993-cü ildə Ulu Açığı deyim, Heydər Əliyev baxın, qoydu. siz tarixçisiz və bu məqamı mən həmişə düşünürdüm ki, yəqin ki, heç vaxtı 90-cı ilin 20 yanvarında Azadlıq meydanında 22-sindəki dəfn baş verdi. Həmən gün o toplaşan milyonlarla insanların biz görüntülərini görəndə düşünün, bir də heç vaxt Azərbaycan xalqı yəqin belə səfərbər ola bilməz. Amma o deyir, heç vaxt demə, heç vaxt. Həqiqətən də zaman göstərdi ki, elə deyil. 44 gündə hamı birləşdi. İndi baxın, bayaq siz söylədiniz, burada söhbət də getdi. Xaricdən başlayırlar bu məsələləri yenidən qızışdırmağa. Nə üçün? Onlar başa düşdülər ki, Azərbaycanın hədəflərinə çatmağının təməlində güclü dövlət və milli birliyimiz dayanır. Nə etmək lazımdır? Bu milli birliyi pozmaq, dövləti zəiflətmək, gənclərin beynini yumaq, yad informasiyaları yeritmək, kosmopolit yetişdirmək. Amma bunun da cavabını biz bəlli qaydalarla verməli və düşünürəm ki, bu məsələdə bizim mediamızın üzərinə böyük məsuliyyət düşür. Haqlısınız. Hər bir ifadənin deyilməsində, hər bir məsələdə, xüsusən bizim, məsələn, cənab prezidentimiz yaratdı, siz bilirsiniz, informasiya təhlükəsizliyi ilə bağlı bu yeni bir agentliyin yaranması, eyni zamanda süni intellektlə bağlı işlər görülübdür. Bu, Azərbaycanın bundan sonraki 10 illər inkişafının düşünülməsi deməkdir. Zamanın qabaqlanması deməkdir. Zamanı qabaqlayanlar, zamandan irəli düşünənlər dahilər olurlar. Və biz, bayaq siz dedinizsə, hansı gənclər gələcək, necədir? Artıq Azərbaycan vaxtında o addımları cənab prezidentimiz atdı. Mən bilirsiniz, indi nəyə bənzədim? Yəqin yaşla bağlıdır, ola bilər də, indi hər birimiz yaşadı oluruq. Təxminən bir 20 il, 15 il qabaq belə dəqiq deyək. Bəziləri deyildi ki, indiki uşaqlar gedib sabah Qarabağda vuruşacaqlar, hamı narazı idi və zaman göstərdi ki, o uşaqlar getdi, vuruşdu və Qarabağın azad olunması üçün canlarını qoydular. Ona görə biz belə də bədbin olmayaq. Bizim çox gözəl gəncliyimiz var. Ola bilər bizim beta nəslimiz bizdən daha çox vətənpərvər oldu, daha çox şücaətli oldu və yəqin ki, belə də olacaqdır. Hər halda Azərbaycan dövləti bu məsələyə o qədər diqqətlə yanaşır ki, biz bunu praktik gördük. 44 günlük həm də bizim hesabatımız idi görülən işlərin. Təkcə zəfər deyildi, həm də bütün nəticəsi idi, yekun nəticəsi idi. Qarşıda isə bizi savaşlar gözləyir, amma informasiya cəbhəsində və əlbəttə ki, onun da əskərləri, zabitləri bugün formalaşır. Universitetlərdə, dövlət qurumlarında da bunun ətrafında hamı çalışır. Mən hər birinizə təşəkkür edirəm. Biz bugünün tarixini, əhəmiyyətini və sabahımıza baxışlarını necə formalaşdırdığını müzakirə elədik. Yaxşı ki, gözümüz onda açıq oldu və açıq görə bildik hadisələri ki, bugün həm də alnımız açıqdır. Gələcəyə də açıq olmalıyıq ki, bütövlükdə dövlətimizin mahiyyəti, fəlsəfəmizin içində duran əsas özü humanizm prinsiplərinə söykənmiş Azərbaycan dövlətinin fəlsəfəsinin reallaşması üçün, real həyata keçməsi üçün həm də hadisələrə, zamana və informasiyaya da açıq olmalıyıq. Görüşərik. Pulu sadəcə yığmaq, bu artıq gəlir gətirmir. Əksinə, hər gün dəyər itirir. Daşınmaz əmlakı yatırım etmək üçün isə artıq milyon lazım deyil. Kristalla mənzilini kvadrat ala bilərsən. Aldığın hər kvadrat metr səni inflyasiyadan qoruyur. Bank faizi yox, borc yox. Bugün aldığın bir kvadrat sabahın ağıllı kapitalıdır.